أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا الذي سمي في السماوات بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أما بعد، قال الله الحكيم في كتابه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم إنا نحن نزلنا الذكر وإنا له لحافظون. Sadaqallahul aliyyul azim. Bugünkü söhbətimizdə inşallah Qur'an-ı Kərimin təhrif olunub olunmaması və dəyişdirilib dəyişdirilməməsi barəsində söhbət açacaq. Bu yaxınlarda özünü Əhl-i Sünnə vəl Cəmaə məzhəbinə nisbət verən bir nəfər geniş kütlə səviyyəsində bir mövzu hazırlanmış, söhbət hazırlanmış və təqdim eləmişdir ki, güya şiələr etiqad edirlər ki, Qur'an təhrif olunub. Və çoxlu şiə alimlərinin, bəlkə də 20-dən 30-a yaxın bəlkə də şiə aliminin adını sadalayır ki, bunlar Qur'an-ı Kərimin təhrif olunmağına etiqad bəsləmişlər. Təbii ki, heç xoşum gəlməzdir ki, bu mövzuda söhbət eləyəm ki, Qur'an təhrif olunub olunmayıb. Yəni, bu qardaş bir müsəlman kimi sübut edir ki, şiələr etiqad edirlər ki, Qur'an təhrif olunub. Lakin bu söhbətin əsla yeri yox idi, gərək bu şey eləməyəydi. Niyə görə? Əgərsə də bu söhbət varsa da, öz aramızda qalmalıdır, müsəlmanların arasında qalmalıdır. Biz ki, istər sünnimiz olsun, istər şiəmiz olsun, daim xristiyanları və yəhudiləri ittiham edirik ki, onlar kitabların təhrif elədilər. Yəni, nə Tövrat, nə də İncil təhrif olunmayıb. İndi əgər bu qardaş bu söhbəti eləyirsə ki, şiə etiqad edir, Qur'an təhrif olunub, həmən bu səs, həmən bu videolen, necə hazırlarsa mən səsinə qulaq astım, geniş kütlə səviyyəsinə çıxarılandan sonra buna xristiyan da qulaq asa bilər, buna yəhudi də qulaq asa bilər. Yəni, niyə görə özümüz öz əlimizlə düşmənimizin əlinə əsas verək, bizi istəməyənlərin əlinə əsas verək ki, bizi təzdən o qayıdıb ittiham eləsin ki, müsəlmanların Qur'anı təhrif olunub. Çünki xristiyan üçün və yəhudi üçün fərqi yoxdur. Onun üçün fərqi yoxdur, bu sünnidir, bu şiədir. Əgər onun nəzərində hamımız müsəlmanıq. Əgərsə bir dəstənin Qur'anı təhrif olunmağını etiqad bəsləyirsə, deməli, onun əlində əsas var ki, desin, müsəlmanlar Qur'anın təhrif olunmağını etiqad edirlər. Lakin gördüm, bir sıra mömin qardaşlar şəkkə düşüblər və bu barədə məcbur oldum ki, bu söhbəti eləyim. Yəni, mümkündür desin ki, əgər sən bunu etiraz edirsənsə, sən özün niyə bu barədə söhbət edirsən? Yəni, mənim çıxılmaz vəziyyətdə qalıb bu söhbəti eləməyə məcbur oldum. Yəni, əslində gəç bu qardaş, əgər bu sözlər ərəb dilində, fars dilində var idisə də, Azərbaycan dilində olmasa bu sözlər yayılmamalı idi ki, öz düşmənimizin əlinə özümüz əsas verməyək ki, müsəlmanların Qur'anının təhrifdə ittiham olunmasına səbəb olar. İndi ki, bu qardaş bu işi gördü, bu addımı atdı ki, səsin yazdı, geniş kütlə həşrində, alimlərin adını gətirdi ki, Qur'anın təhrif olunmasına etiqad ediblər, çarəsiz qaldım, mən də bu yol əl atım, ta ki, əziz şiə qardaşlarımızın əqidəsində şübhəyə düşməməsi üçün bu addımı atdım ki, inşallah Allah qəbul eləsin. Necə ki, o qardaş öz sözün əvvəlində deyir ki, mən bu təhrif barəsində olan nəzərləri şiənin adicə, yəni sayılıb seçilməyən alimləri yox, bəlkə də öndə gedən, onun dili ilə desək, qaymaq alimlərinin nəzərini topladım ki, bunlar Qur'ana təhrifinə etiqad ediblər və bu barədə yəni insafla danışmaq lazımdır ki, onun gətirdiyi alimlərin böyük əksəriyyəti şiənin tanınıb seçilən alimlərinin, gəç buna etiraf edək. Lakin insafsızlığı burasındadır ki, bəzi alimlərin sözün düz gətirib, bəzilərində isə bir balaca o tərəf bu tərəfə vurubdur. Lakin əsl insafsızlığı, lap deyək ki, lap dediyi sözlər hamısı düzdür, işim yoxdur. Amma bir neçə yerdə insafsızlıq eləyib, onun ən birincisi budur ki, bu qardaş bu cür göstərməyə çalışır ki, güya sünni alimlərindən bu sözləri deyən yoxdur. Ona görə də mən əsas mövzumu bu barədə yönəldəcəm ki, şiə alimlərinə əgər nisbət versə bu sözləri deyiblər, elə sünni alimlər də bu sözləri deyib. Əgər doğrudan insafla məsələyə yanaşırsansa, həqiqi vicdanla yanaşırsansa,
haqqın var idi, onda boyuna haqq gəlirdi ki, bu cür rəftar eləsin. Deyəsən, şia alimlərlə filan kəs bu sözü deyib, eləcə də sünni alimlərlə filan kəslər bu sözü deyibdi. Ondan sonra yaxşı bir müsəlman kimi gəlir, haqqımız bu idi ki, onun da haqqı, mənim də bu idi ki, deyib, bu alimlər deyiblər, əgər düz də deyiblərsə, səhv eləyiblər. Quran elə həmən Qurandır ki, Allah Peyğəmbərlə nazili və hal-hazırda əlimizdədir. Amma gətirəsən şia alimlərinin nəzərin, sünni alimlərinin nəzərinə tamamilə göz yumasan, heç adın gətirməyəsən, bu insafsızlıqdır. Yəni, bu barədə başdan deyirəm ki, bəli, istər sünni, istər şia alimlərlə bir sıra alimlər bu sözə hədislər gətiriblər, kitab yazıblar, sünnilərdən də, şiələrdən də kitab yazıblar ki, və həmən kitablarında Qur'anın təhrif olunmasına dəlalət edən bir sıra hədislər gətiriblər. Amma İslam ümməti demək olar ki, elə qədimdən bu vaxta qədər kütləvi surətdə, bu ittifaqda, bu həmrəylikdə bulunmuşlar ki, Qur'an təhrif olunmayıbdır. Qur'an həmən Qur'andır ki, Allah Taala Peyğəmbərinə nazil edib. Söhbətə başlamamışdan qabaq bir dənə alimlərinin nəzərini oxuyacam, ondan sonra başlayacam bir-bir Qur'anın təhrifi barəsində olan hədisləri gətirən hədis alimlərinin kitablarına və onların sözlərinə müraciət eləməyə. Bir dənə alim var, sünni alimi İmam Əbu Bəkr ibn Qasim Ər-Ruhbi, yaxud Rəhbi. Bu bir dənə kitab yazıbdır, adını qoyubdur Etiqad-ı Əhl-i Sünnə. Əhl-i Sünnə və Əhl-i Sünnənin etiqadı. Həmən bu kitabı bir dənə Misirli alim təhqiq eləyibdir, bunun üzərində magistratura risaləsi yazıbdır 2003-2004-cü ildə Qahirə Universitetinin Əl-Ülum fakültəsində İslam fəlsəfəsi bölümündə həmən bu kitabın üzərində elmi iş təhqiqat yazıbdır, magistratura risaləsi yazıbdır. Ustaz doktor Əbdüllətif ibn Muhammedil Əbd adında bir doktorun nəzarəti altında, onun rəhbərliyi altında magistr risaləsi yazıbdır və həmən alimin, həmən şəxsin də adı Musa ibn Muhammed ibn Həccad-ı Zəhrani. Həmən bu şəxs, bu kitab, yəni o qədim alim ki, İmam Əbu Bəkr ibn Qasim Rəhbi adında bir alimin yazdığı kitabı təzəliyib, müasir formada, magistr risaləsi formasında onun üzərində iş görübdür, onun üzərində təhqiqat aparıbdır. Həmən kitabın, mənim əlimdə olan nüsxəsinin birinci cildinin, yəni öz kitab elə bir cilddən ibarətdir, 21-22-ci səhifəsində belə yazır. Əhl-i Sünnə vəl Cəmaənin etiqadında 8-ci əsl. 8-ci əsl ünvanında bunu gətirir. Əvvəlcə o sözü oxuyuram, sonra keçəcək öz mövzumuza. Və mən i'təqədə fi əhədin minhum əv min qeyrihim əl-uluhiyyə kən-Nusayriyyəl Aləviyyin fi Aliyyin radiyallahu anh. Hər kəs onlardan, yəni istər müsəlman, yəni qeyri-müsəlman özünü nisbət verən, yəni insanlardan hər hansı şəxs Allahdan başqasının Allahlığına, məbudluğuna, ibadətə layiqliyinə etiqad eləsə, məsələn, Ələvilərin içindən Nusayriyyə firqəsi kimi ki, Əli əleyhissalamın Allahlığına etiqad eləyiblər, məbudluğuna etiqad eləyiblər. Və duruz fil hakim bi əmrillah. Və duruz bir dənə qəbilədir, bir dənə tayfadır müsəlmanlara nisbət verilən tayfadır ki, onlar da hakim billahın, hakim bi əmrillahın Allahlığına etiqad ediblər. Vəl batiniyyə fi imamihim. Batiniyyə də bir dənə məzhəbdir ki, onlar da öz imamlarının məbudluğuna etiqad ediblər. Əvun nubuvvə tavaifi şiə vəl bəhaiyyə. Yaxud da ki, şiə və bəhaiyə tayfələrinin bir dəstəsi ki, kimisə peyğəmbərinə etiqad edirlər. Əv i'təqədə ənəm əfdal minəl ənbiya. Yəni, yaxud da ki, bir dəstə şiədən və bəhayədən ki, Əli əleyhissalam nübüvvətinə etiqad edirlər və yaxud şiənin içindən kətavaifi minər rəvafid. Rəvafid edəndə şiələr qəsdilir. Rafizələrin içindən ki, bir dəstə etiqad ediblər ki, İmam Əli əleyhissalam peyğəmbərlərdən üstündür. Bu etiqadda olsalar, bura qədər bizim sözümüzə aidiyyəti yoxdur. Sayır, kafir çıxardacaq tayfaları sayırdı. Kim ki, Allahdan başqasının Allahlığını qəbul eləyə, istəyir Nüseyriyədən olsun, yaxud şiələr, Ələvilərin içindən olan Nüseyriyələr ki, Əli əleyhissalamın Allahlığını qəbul eləyiblər, yaxud duruzlar ki, hakim billahın Allahlığın, məbudluğunu qəbul eləyiblər, yaxud batinilər ki, öz imamlarının məbudluğunu, Allahlığını qəbul eləyiblər, yaxud şiə və bahayin içindən bir dəstə ki, güya kiminsə peyğəmbərliyin qəbul eləyiblər, işim yoxdur, çünki söhbətimiz adiyyatı istəmirəm təfsir eləyəm. Yaxud şiələr, rafizələr ki, yəni qəsd eləyir, bizi qəsd eləyir, onlar ki, Əli əleyhissalamın digər öz peyğəmbərimizdən başqa peyğəmbərlərdən üstünlüyünü qəbul edirlər.
Əv i'təqədə təhrifəl Quran, yaxud o şəxslər ki, Quranın təhrifini etiqad edirlər, əv xətayil vəhiy, yaxud vəhiydə, Peyğəmbərin vəhiyi alıb çatdırmasında xəta yol verdiyini deyirlər, fəhuvə kafirun bila xilafin ində əhli sünnə. Bunlar, bu da saydığım dəstələr, əhli sünnənin yanında heç bir xilaf olmadan, heç bir bu barədə rəy ayrılığı, fikir ayrılığı olmadan onlar kafirdirlər. Qabaqdakıları götürürəm, çünki bəhsimizə aid etmək yoxdur, bunların hər birimizdə geniş danışmaq olan işim yoxdur. Amma qaldı söz deyir, hər kəs Quranın əv i'təqədə təkrar edirəm, əv i'təqədə təhrifəl Quran, yaxud Quranın təhrif olunmağına, dəyişdirilməyinə etiqad eləsə, yaxud vəhyin xətaya vardığına, vəhyin alınıb cəmaata çatdırılmasında xətaya uğradığın etiqad eləsə, fəhuvə kafirun, o kafirdir, bila xilafin ində əhli sünnə. Əhl-i sünnənin yanında bu şəxsin, bu etiqad sahibinin kafir olmasına, Quranın təhrif olmasına etiqad edənlərin kafir olmasında heç bir rəy ayrılığı yoxdur. Bütün əhl-i sünnə, cəmaat əhl-i sünnə qəbul edirlər ki, Quranın təhrif olunmasına etiqad edən kafirdir. Və la yəxtəlifu əhl-i sünnə fi ədəmi təkfir-i şiəl müfaddalə zeydiyyə. Amma əhl-i sünnə zeydiyyə şişiyələrin bir növüdür, həmən özdə müfəzzəllər, seçiliblər, müfaddaldirlər. Bunların təkfiri kafir olmamağında əhl-i sünnə və cəma alimləri ittifaq ediblər. Yəni, bütün şiələr kafir olub, zeydiyyə isə onların içində istisna olunub ki, bunlar kafir deyirlər. Həmən bu, Əbu Bəkr ibn Qasim, İmam Əbu Bəkr ibn Qasim-i Ruhbi, yaxud Rəhbi, şəhadət verir ki, əhl-i sünnə və cəma adından, mən onun sözünü deyirəm, mən bilmirəm ki, əhl-i sünnə və cəma hamısı bu etiqaddadır, yox. O deyir ki, əhl-i sünnə və cəma ittifaq ediblər, icma ediblər, həmrəy olublar, kim Quranın dəyişdirildiyinə etiraf eləsə, onun dəyişdirildiyinə, azaldıb, çoxaldılmasına etiqad bəsləsə, bu adam əhl-i sünnə və cəmaətin nəzərində həmrəyli ilə kafirdir. Bu, bunun sözüydür. Demək, kitabın da adı Etiqad-ı Əhl-i Sünnə lil İmam Əbu Bəkr ibn Qasim-i Rəhbi, birinci cild, yəni kitab özlə bir cilddən ibarətdir, səhifə 21-22, Əl-Əsl-ü Samində, 8-ci əsrdə. Deməli, bu kişi şəhadət verir ki, Quranın dəyişdirilməsinə kim etiqad bəsləsə, o kafirdir. Yaxşı, gəlin baxaq. Gəlin təkrar eləyirəm, içimdən gəlmir bu sözləri deyəm. Çünki bu Qurana ihanətdir ki, Allah bizi bağışlasın ki, onun Quranın barəsində bu sözləri danışırıq. Amma məcbur qaldım o sözdən sonra məsuliyyət hiss elədim bir tələbə kimi, bir kiçik tələbə kimi bu sözləri oxuyam, tərcümə eləyəm ki, görsünlər bu təkcə şiəyə aiddir. Bu elə digər müsəlman tayfalarından olan alimlər də, digər firqələrdən olan alimlər də bu sözü deyiblər. Ya hamısını birlikdə kafir çıxardaq, yaxud da ki, birin əziz birini ucuz tutmayaq. Yəni, vicdan bunu tələb edir. Sən ki, şiə alimlərin rəylərini çıxartdın, dedim, bunlar gətirdin ki, şiə alimləri bu sözləri deyiblər Quran barəsində və bunlar kafir oldular, çünki Quranın təhrifinə etiqad edən kafir olur. Sözündə dedim bu sözü, yəqin ki, bu sözünü eşidəcək özü də. Onda insaf eləyərdin ki, onda bunlar da kafir çıxardardın. Və həmin bu adın saydığım alimlər kafir çıxsa, onda da əhl-i sünnə üçün din qalmayacaq. Çünki mən elə adamların adını gətirəcəm ki, onlar sənin dediyin qaymaqdan da bir mərtəbə, 2 mərtəbə yuxarıdır. Çünki artıq bu alimlər birbaşa əhl-i sünnə və cəma məzhəbinin kökü sayılır. Onlardan yuxarısı yoxdur. Yallah, başlayaq. Birinci Buxari, ki da ondan yuxarı alimlər yoxdur. Görək Buxari, Quranın təhrif olmağına etiqad edir, eləmir. Buxari öz kitabının 8-ci cüzündə, 8-ci cildində, səhifə 113-də, təkrar eləyirəm, Səhih Buxari, 8-ci cild, səhifə 113-də. Bu başdan deyim ki, bu səhifələr mənim əlimdə olan nüsxələrdir. Buna görə də xahiş edirəm ki, əgər kim təhqiqat aparmaq istəyir, mümkündür. Buxarinin cürbəcür formaları vardır. Hal-hazırda məsələn Buxarinin bir kitabın içində də yığıblar. Mümkündür səhifələr düz gələ bilməyəcək, cüzlər düz gələ bilməyəcək. Ona görə xahişim budur ki, əgər kimsə sözümün düzgünlüyünü istəyirsə, şükür Allah'a qədimki zamanda kitabları səhifələyək. Kompüter qabağındadır. Dediyim cümlələrdən bir hissəsini kəsib atsın kompüterə, axtarsın, çıxardacaq. İndi mümkün səhifəsi düz gəlməyə, cildi düz gəlməyə, çünki cürbəcür ölkələrdə vurulubdur, cürbəcür çaplarla vurulubdur. Mən öz əlimdə olan çapa əsasən danışacağam. Amma sözümün düzgünlüyünü yoxlamaq istəyən hökman deməsin ki, filan səhifədə deyil, yox filan səhifədə deyil. Həmən o hədisi ki, ərəbdə oxuyacaq, bir hissəsini kəssin, qoysun kompüterdə hədis kitablarının axtarış bölümünə, oradan özü çıxardacaq ki, görəcək hansı cildə, hansı səhifədə. Yəni bizim üçün mühüm deyil filan səhifə, filan cild. Mühüm Buxari mənim əlimdə olan nüsxəsinin 8-ci cildinin 113-cü səhifəsində belə deyir. Qalə Şureyhul Qazi və səələhu insanu şəhadə fəqal İ'til əmir həttə əşhəd ləkə və qalə əkrəmə Qalə Ömər li Abdurrahman ibn Auf. Hər cüzün əvvəlini oxumuram. Ömər, görəsən,
şəhadət barəsində, yəni əgər bir nəfər zinada ittiham olundusa, bir dənə qadın zinada ittiham olundusa, bunun cəzası nədir? Bir kişi zinada ittiham olundusa, bunun cəzası nədir? Bunun şəhadəti barəsində gedirlər qaziyə, Şüreyh qazinin yanına, o da deyir ki, gedək Əkləmənin yanına, Əkləmə, qalə Ömər, nəsə işim yoxdur, qalə Ömər li Əbdülrəhman ibn Avf. Ömər Əbdülrəhman ibn Avfa dedi, ləv rəəytə rəculən ələ həddiz zina əv səriqə və əntə əmir, fəqal, şəhadətükə şəhadətü rəculən minəl muslimin, qal, sadaqtə. Deyir ki, əgərsə mən bir nəfərin barəsində şəhadət verdim ki, ona hədd vurulsun, zina həddi vurulsun. Neyin yersən? Deyir ki, sənin sözündə başqa bir müsəlmanların sözü kimidir, ikinci şahid tələb edirəm. Qalə sədaqtə. Doğru deyirsən. Sonra deyir ki, qalə Ömər. Ömər bu cür dedi. Biz maraqlı olan hissəsi bu hissədir hədisin. Ləvla ən yəqulən nəsu zadə Öməru fi kitabillahi ləkətəbtu ayətər rəcmi biyədəy. Deyir ki, əgərsə qorxmasaydım ki, insanlar deyərlər ki, Ömər Allahın kitabına nəsə artırdı, onda rəcm ayəsini öz əlimlə yazardım. Ömər deyir ki, rəcm ayəsini yazardım, amma qorxuram ki, cəmaat desin ki, Ömər Allahın kitabını artırdı. Yəni, bu Allahın kitabındandır, mən bilirəm. Amma hal-hazırda ki, bu şey yoxdur, Quran-ı Kərimdə yoxdur bu ayə, qorxuram yazsam deyəcəklər, Ömər Allahın kitabına şey artırdı. Bu, Buxarinin 8-ci cildinin 113-cü səhifəsindədir. Təzdən təkrar eləyirəm. Qalə Ömər, ləvla ən yəqulən nas. Əgər insanlar deməsəydi, yəni bundan qorxum olmasaydı ki, zadə Öməru fi kitabillah, Ömər Allahın kitabını nəsə artırdı, ləkətəbtu ayətər rəcm biyədəy. Onda rəcm ayəsini, yəni zina eləmiş şəxsin daşqalaq olunması ayəsini öz əlimlə yazardım. Ömər deyir ki, Allahın nazil etdiyi ayələrdə, yəni başqa bir hədisdə daha aydın şəkildə oxuyacaq. Allahın nazil etdiyi ayələrin içində bir ayə vardı ki, daşqalaq olunmaq ayəsi, yəni zina etmiş adamı daşına vurub öldürmək ayəsi ki, qorxuram cəmaat deyirlər, Ömər Allahın kitabına şey artırdı. Olmasaydı mən yazardım. Bu bir. Buxari 8-ci cilddə yenə 26-cı səhifədə belə deyir. Deyir ki, İbn Əbbas belə nəql edir. Deyir ki, bir gün Səid ibn Zeydlə görüşdüm, oturub söhbət edirdi, gördük ki, Ömər gəldi, yanımızdan keçdi, bu cür fikirləşdik ki, nəsə bu gün mühüm bir məsələ deyəcək. Nəysə, hədis uzundur, bizə lazım olan yer deyirəm, gəldi, çıxdı minbərə, başladı söhbət eləməyə, söhbətin əsnasında Ömər belə deyir. Fəkənə mimma ənzəlallahu ayətür rəcm. Allahın nazil etdiyi ayələrdən biri də rəcm ayəsi idi. Yəni, zina edəni, zina etmiş şəxsi daşqalaq etmək ayəsi idi. Fəqara'nəha, oxumuşduq onu, və əqilnaha, əqlimizlə düşünmüşdük, və va'aynaha, və vəy eləmişdik, düşünmüşdük yenə də, fəhm eləmişdik onu, rəcəmə Rəsulullah və rəcəmnə ba'dahu. Peyğəmbər də rəcm elədi, yəni zinakarı daşqalaq elədi, Peyğəmbərdən sonra da biz bu cür elədik. Fəəxşa intalə bin nasi zəmanun. Qorxuram ki, bu zaman yavaş-yavaş ötə, keçə, ən yəqulə qailun. Ta bir nəfər gələ deyə ki, vallahi ma necidu ayətər rəcm fi kitabillah. And olsun Allaha ki, biz Allahın kitabında rəcm ayəsini tapa bilmirik. Həmən zaman bu gəlib. Bugün bir dənə müsəlmanı tapmaq olar ki, açsın Quranı, görsün Quranda rəcm ayəsi vardır. Ömər belə deyir. Deyir, qorxan bir zaman gələ, müsəlmanlar açarlar Quranın, orada rəcm ayəsini görməli. Ancaq bilsinlər ki, Allahın nazil etdiyi ayələrdən biri rəcm ayəsidir. Fəyadillu bitərki fəridatin ənzələhəllah. Deyir ki, və qorxuram insanlar bu ayəni tapa bilməsinlər Quran-ı Kərimdə, daşqalaq olunmaq ayəsini, zinakarı daşqalaq eləmək ayəsini. Quranda tapa bilməsinlər və Allahın vacib buyurduğu bir sünnəni, bir əmri tərk eləsinlər. Və rəcm fi kitabillah haqqun əla mən zəna. İza uhsinə minər ricali və nisa. Hər hansı bir şəxs ki, evli qadın ola, ərli qadın ola, ya arvadlı kişi olalar və onlar zina etmiş olalar, bunların daşqalaq olunması Allah kitabında rəcmun fi kitabillah. Rəcm fi kitabillah. Allahın kitabında sabitdir. İza qamətil bəyyinə. Ya əgər o halda ki, şahidlər dura onun üzünə. Əv kanəl həbl, yaxud da ki, həbl ola, yəni hamilə ola qadın, əvil ətiraf. Yaxud da ki, etiraf eləyə. Thumma inna kunna naqra fima naqra min kitabillah. Biz Allahın kitabından bunları da oxuyurduq, qabaqlar.
yəni sonralar çıxarılıb kitabdan. Əllə tərğəbu ən abaikum. Öz atalarınızdan üz çevirməyin. Fə innəhu kufrun bikum. Çünki o küfürdür sizin üçün. Ən tərğəbu ən abaikum və innə kufran bikum ən tərğəbu ən abaikum. Deyir ki, biz Quran-ı Kərimdə, bunu oxuyurduq, Ömər deyir ki, Quran-ı Kərimdə belə bir ayə vardı ki, öz atalarınızdan üz çevirməyin, çünki öz atalarınızdan üz çevirməyiniz küfürdür. İndi mən sual verirəm. Bu, Buxarinin sözü idi. Ömər deyir ki, bir zaman Allahın nazil etdiyi ayələrdə vardı, rəcm ayəsi və öz atalarınızdan üz çevirməyin ayəsi var idi ki, hal-hazırda o Quran nə Vəhabi qardaşların, nə Sünni qardaşların, nə Şiə qardaşların əlində olan kitabda yoxdur. Bu Quran üçün təhrifdir, təhrif deyil. Əgər təhrifdirsə, onda qəbul edirsən ki, Ömər bu sözü deməklə kafir oldu. Çünki yuxarıda alimimiz deyir, Əhl-i-Sünnə vəl-Cəmaət deyir, hər kəs Quranın dəyişdirilməsinə, yəni azaldılıb çoxaldılmasına etiqad bəsləsə, o kafirdir. Ömərin kafirliyini qəbul edirsən. Buxari həmən rivayəti nəql edir və sonra da mümkündür bir desin ki, Buxari hədislər yazıb ora. Yox, Buxari etiraf elə ki, bu hədislər onun səhih hədisli yazmır. İkincisi, əgər sözü varsa, Buxarinin haqqı vardı, ardından desin ki, bu rivayət zəifdir. Buna etimad eləməyin. Əgər kitabın əvvəlində deyilsə ki, biz bunu səhih hədisləri toplamışıq, əziyyət çəkmişəm, neçə illər bunu toplamışam, insanlar onun sözünə əməl edəcəkdi. Əgər bu hədis onun yanında düz deyildisə, niyə görə bu hədis yazandan sonra deməliydi ki, bu hədisi qəbul eləmirik. Bu hədis qəbul olunması deyil, çünki Quranın təhrifini aparıb çıxardır. Niyə demədi? Əgər sükut eləyirsə, ən az bunu deyə bilər ki, razılığı var bu sözə. Deməli, onda Buxarini kafir qəbul eləməlisən. Öməri kafir qəbul eləməlisən. Çünki Ömər deyir ki, Quranda bu ayələr vardır, rəcm ayəsi vardır, indi hal-hazırda yoxdur, əlimizdə olan Quranda. Eləcə də, Buxari də həmin hədisi Ömərdən nəql eləyir və heç bir də etirazın bildirmir buna. Və bunu səhih hədis kimi müsəlmanlara təqdim edir ki, ay müsəlmanlar, buyurun bu səhih kitabında səhih hədis. Ömər deyir ki, Quran ən azı bu hədislərə əsasən 2 dənə ayə yoxdur Quranda. Biri, zina etmiş şəxslərin daşqalaq edib öldürülməsi ayəsi, ikincisi də öz atalarınızdan üz çevirməyin ki, bu küfürdür. Hal-hazırda heç bir Quran nüsxəsində belə bir ayə, belə bir surə, belə bir şey yoxdur əlimizdə. İndi hökm eləsin vicdanlılar ki, bunun əsasında Ömərə və Buxariyə kafir deyirlər, yox. Çünki alimlər deyir ki, Əhl-i-Sünnə vəl-Cəmaə etiqad edirlər. Kim Quranda təhrif olunmağını etiqad eləsə, o adam kafirdir. İndi özləri vicdanlı hökm çıxartsınlar. İkinci böyük alimlərindən, Müslim. Səhih Müslimdə 2-ci cild səhifə 266-da, əgər o nüsxə ki, orada hədislər rəqəmlənibsə, 1740-cı hədisdə. Belə deyir. Deyir ki, Süveyd ibn Səid deyir ki, Əli ibn Musəhhirdən eşitdim. O deyir, Davuddan eşitdim. O deyir ki, Hərb ibn Əbil Əsvəddən eşitdim. O deyir ki, atamdan eşitdim. O da deyir ki, Ba'sə Əbu Musa əl-Əşəri ilə Qurray əhlil Bəsrə fədəxələ aleyh 300 rəculun qəd qarəul Qur'an. Əbu Musa Əşəri Bəsrənin qariləri üçün adam göndərdi. Əmr elədi ki, Bəsrədə nə qədər Quran qiraət edənlər varsa, Quran qariləri varsa, Quran oxuyanlar varsa, Quran qarisi bir dənə o vaxt, necə indi deyək, axund, molla bir vəzifə idi. O vaxtda yəni hər adam, hər Quran oxuyana Quran deməz. O ki, Quran oxuyurdu və cəmaata təlim eləyirdi. Bunlar deyirlər qarilər. Əbu Musa Əşəri əmr elədi, xəbər göndərdi ki, Bəsrənin bütün qariləri, bütün qiraət eləyənləri yığışsınlar. Deyir ki, gördüm, 300 dənə kişi daxil oldu. Qəd qarəul Quran, hansı ki, bunlar Quran qariləridirlər, Quran müəllimləri idilər, Quran sayəsində xəbərdar insanlardılar. Fəqalə əntum xiyaru əhlil Bəsrə və qurrauhum. Siz Bəsrənin seçilmiş kişilərisiniz və Bəsrə cəmaatının qarilərisiniz. Və la yutavvilənə aleykumul əməd fətəqsu qulubəkum kəmə qəsət qulubu mən kənə qabləkum. Qorxuram ki, zaman keçdikcə sizin qəlbləriniz bərkisin, daşa dönsün, necə ki, sizdən qabaqçıların qəlbi daşa dönmüşdür. Yəni, ağlı suşuz getsin, Allahın kitabına düzgün nəticə çıxarda bilməyəsiniz, qəlbiniz daşa dönsün. Və inna kunna nəqrəv surətən kunna nüşəbbihuha fit-tul və şiddə bi bəraə. Fəunsituha qeyri inni qad hafiztu minha. Ləv kânə libni Adəm vadiyan min malin ləbtəğə vadiyan salisən və la yəmləv cəvfə ibni Adəm illət turab. Əbu Musa Əşəri belədir, Peyğəmbərin səhabəsidir. Onların nəzərində böyük şəxsiyyətlərdən biridir, Peyğəmbərin səhabələrindəndir. Yığıb Quran qarilərin deyir ki, biz səhabə kimi muizəsinin nəsiyyətini eləyir onlara. Deyir, ay cəmaat, ay qarilər, siz ki, Bəsrənin sevilib seçilən kişilərsiniz, qarilərsiniz. Qorxuram, zaman keçə qəlbiniz daşa dönə, necə ki, sizdən qabaqçıların qəlbi daşa dönə. Nə qəsd eləyirdi, özü bilər, öz Allahı bilər, işim yoxdur. Deyir ki, biz bir zaman, Peyğəmbərin zamanında bir surə oxuyurduq.
həmin surə uzunluğuna görə, yəni ayələrin çoxluğuna görə, uzunluğuna görə və şiddətinə görə Bəraət surəsini, Tövbə surəsinə oxşayırdı. Həmən surəni bütövlükdə unutmuşam. Yəni Quranda bir dənə surə var idi. Həmən surə uzunluğunda, yəni həcminə görə Tövbə surəsi qədər idi və şiddətində də ki, Tövbə surəsi müşriklərə qarşı şiddətindən danışır, şiddətində də Tövbə surəsi qədər şiddətli bir surə idi. O surəni əzbərləmişdim, amma zaman keçdi bunun çoxunu unutdum, amma ondan bir ayə yadımdadır. Hansı ayədir o? O bu Adəmdir. Əgər Adəm övladının bir vadi, bir məsələn deyək, bir çökəklik qədər, dərə qədər, vadi dəridə demək olar çökək yer qədər ki, dolunmalı olsa, ikincisini istəyər. İkincisi olsa, üçüncüsünü istəyər bu cür. Və la yəmləv cəvfə ibn Adəm illət turab. Amma bunu bilsin ki, Adəmin övladının qarnının torpağından başqa şey doldurmaz. Yəni bu Adəmdə o qədər, Adəm balalarında, insanlarda o qədər həvəs vardı, o qədər dünya yığmağa meyil vardı ki, bir dərəni qızılla doldurub verəsən, ikincisini istəyər. İkincisini versən, üçüncüsünü istəyər. Güya Quranda belə bir ayə var imiş. Amma bunu bilsin ki, Adəm övladları onların qarnının torpağından başqa bir şey doldurmayacaq. Quran-ı Kərimdə bir dənə surə varmış, Əbu Musa Əşəri deyir. Həmən surəni əzbərləmişdim, zaman keçdi onu unutdum, ancaq bu ayəsi yadımdadır. Müslim deyir bu sözü. Təkrar edirəm, Müslimin Səhih kitabı, 2-ci cild, səhifə 266. Hədis rəqəm 1740, mümkün bəzi hədislərdə 1740 nömrəli hədisdir. Arxasını belə deyir. Sonra deyir ki, və kunna nəqrəv surətən kunna nüşəbbihə bihdəl musəbbəhat fə unsituha qeyri ən hafiztu minha. Deyir ki, eləcə də başqa bir surə də var idi Quran-ı Kərimdəki, onu da böyüklük həcminə görə musəbbəhat oxşayır. Yəni, yusəbbihu lillahi ma fis səmavati və ma fil ərd ki, vardı, neçə dənə surə vardı. Həmən onlar qədərini, məsələn, belə deyək, 2 səhifə, 3 səhifəli surə idi. Qədəri təxminən o qədər idi, onu da unutmuşam, amma ondan bir ayə yadımdadır. Ya əyyuhəl-ləzîn amanu, limə təqulunə ma la təf'alun, fətuktəbu şəhadətü fi a'naqın fətəsəlunə anhə yevməl qiyamə. Ey iman gətirənlər, limə təqulunə ma la təf'alun. Niyə edədiyiniz işləri, niyə o şeyləri deyirsiniz ki, onu əməl etmirsiniz? Niyə əməl etmədiyiniz şeyləri deyirsiniz? Fətuktəbu şəhadətən fi a'naqikum. Hansı ki, bunlar şəhadət olaraq sizin boynunuza yazılacaq. Fətusəlunə anhə yevməl qiyamə. Və bu qiyamət gündə sizdən soruşulacaq. Ya eyyuhəl-ləzîn amanu limə təqulunə ma la təf'alun. Bu vardı bəli. Sonra ayən dalın deyir. Ayəndə güya belə bir ayə varmış, ardınca da bu söz gəlirmiş. Bu bir şəhadət olaraq sizin boynunuza yazılacaq və qiyamət gündə bundan soruşulacaqsınız ki, bu hal-hazırdakı Quranımızda əlimizdə yoxdur. İndi mən sual verirəm. Əbu Musa Əşəri kafirdir, kafir deyil. Çünki etiraf edir ki, Quran-ı Kərimdə dəyişiklik olub. Quran-ı Kərimdə 2 dənə surə varmış. Biri Bəraət surəsi, Tövbə surəsi uzunluğunda, bir də məsələn deyir Cümə surəsi uzunluğunda. 2 səhifə, 2 səhifə yarım, 1 səhifə ilə Musəbbəhat ki, o 7 dənə 6-7 dənə surə vardı ki, Yüsəbbihu sözü ilə başlayır. Onlar qədərində idi. Həmən bu 2 surəni unudub, hərəsindən bir ayəsi yadında qalır. Hökm eləyirsə Əbu Musanın küfrünə ya yox. Çünki o etiqad edir ki, Quranda dəyişir. 2 surə aradan gedibdi. Qalanda 2 ayəsi olub yadında. Səhih Müslim, 2-ci cild, səhifə 266, hədisin rəqəm nömrəsi 1740. Yenə də Müslimdəndir. Səhih Müslim, mən yenə deyim, əlimdə olan nüsxəsinə əsasən 7-ci cild, səhifə 352-də hədisin rəqəminin nömrəsi 2634, mümkün yenə deyirəm, bunlar düz gəlməz, ancaq sözdəki deyirəm, ərəbdə kəsib atsalar həmən o yerə, sözləri yazsalar, kompüterdə özü rahat çıxacaq hədis proqramlarında. حدثنا يحيى ابن يحيى قال قرأت على مالك عن عبد الله بن أبي بكر عن عمرة عن عائشة أنها قالت filankəsindən işim yoxdur, nəql edir, hədisi qaldırır Ayşəyə. Ayşə deyir, Əmrə deyir ki, Ayşədən eşitdim, qalət. Ayşə belə deyir. Kana fīmā unzilə minəl Quran əşru rabaat ma'lumat yuhərrimnə. Thumma nusikhna bi 5 ma'lumat fətuvfiyə Rasulullah sallallahu aleyhi və alihi və səlləm aleyhi sallallahu aleyhi və alihi və səlləm və alihi mənnəndir və hunnə fīmā yuqrav minəl Quran. Ayşə xanım belə buyurur. Buyurur ki, biz Peyğəmbərə nazil olan Qur'anın ayələrindən biri də bu idi ki, 10 dəfə süd əmmək məhrəmiyyət yaradır, haramlıq gətirir ortaya, sonra başqa bir ayə nazil oldu ki, orada gəldi 5 dəfə əmmək haramlıq, məhrəmiyyət yaradır və Peyğəmbər dünyasını dəyişənə qədər elə bu cürdə oxuyurduq Quran-ı Kərimdə bunu.
Və hunnə fīmā yuqra minəl Quran. Yəni Peyğəmbər vəfat eləyənə qədər də biz elə Quranı bu cür oxuyurduq. Quran-ı Kərimdə bir ayə var idi. Əgərsə bir nəfər, bir balaca uşaq bir anadan 10 dəfə süd əmmiş olsa, həmin ana, həmin uşağın anası olur, onlar birinə məhrəm olurlar, bunların birinə evlənməyi haram olur, o qadının qızları da buna bacı olurlar, haram olurlar, evlənə bilməzlər. Sonra başqa bir ayə nazil oldu, dedi, yox, 10 dəfə yox, 5 dəfə. 5 dəfə əmməklə haramlıq yaranır. İkinci ayə 5 dəfə əmmək haramlıq yaradır. Ayəsi həmən 10 ayə nəsx elədi, aradan apardı və Peyğəmbər ölənə qədər də elə biz bu cür oxuyurduq bu Quranla. İndi mən soruşuram. Ayşə deyir ki, Quran-ı Kərimdə ən azı bu sözə hədisə görə 2 dənə ayə aradan gedibdi. Bir dənə ayə nazil olmuşdu Quran-ı Kərimdən ki, ey insanlar, əgər bir uşaq bir qadından 10 dəfə süd əmmiş olsa, həmin uşaq, həmin qadının uşağı olacaq, o da onun anası olacaq, bunlar birbirine haram olacaqlar, evlənə bilməyəcəklər. Sonra ikinci ayə nazil oldu. 5 ayə, yəni 5 dəfə əmməyin haramlığını bildirdi. Han o ayələr ki, Quranda demək onda Allahın göndərdiyi Quranın ən az Ayşə şəhadət verir ki, ikisi yoxdur əlimizdə. Hardadır o ayələr? Və deyir ki, Peyğəmbər ölənə qədər də biz bu cür oxuyurduq Quranı. Təkrar edirəm. Fətuvufiyə Rasulullah sallallahu aleyhi və alihi mənnəndi və səlləm və hunnə fimmə yuqrav minəl Quran. Həmən o ayələr Quran-ı Kərimdən oxunurdular. Səhih Müslim 7-ci cild, səhifə 352, hədisində rəqəm nömrəsi 2634. İndi hökm eləyirlər ki, Müslim ilə Ayşənin küfrünə ki, bunlar etiqad ilə Qurandan şey əskiliyib. Sonraki nümunə. Müsnəd Əhməddə İmam Əhməd ibn Həmbəl öz müsnədində 5-ci cildin səhifə 130-da. Yəni deyirəm, mən öz əlimdə olan nüsxələrə görə deyirəm, təkrar hər dəfə olmasın ki, mümkündür. Səhifə düz gəlməsin, cild düz gəlməsin, ancaq hədisi ərəbcə oxuyuram ki, həmin hissədən bir hissəsini kəsib atsalar, kompüterdə axtarıb çıxarda biləcəklər, heç problem də yoxdur. Həddəsəni Muhammed ibn Hüseyn ibn Əşkəb, həddəsənə filankəs hədisini gətirib çıxardır. İshaq ən Abdurrahman ibn Yezid. Abdurrahman ibn Yezid qal, belə dedi. Kan Abdullah yəhukkul muavvizətən min məsahifihi və yəqulu innəhuma leysətan min kitabillah. Abdurrahman ibn Yezid belə deyir. Deyir ki, Abdullah ibn Məsud ki, Peyğəmbərin böyük səhabələrindən və Quran sahəsində xüsusi mütəxəssis səhabələrdən idi. Onun da müshəfi vardı orada. Deyir ki, yəhukku qaşıyıb atmağa deyil, yəni kəsib atmağa deyil, bir uzaqlaşdırmağa deyil ərəb dilində. Abdullah ibn Məsud öz kitabından, öz topladığı Quranından, öz topladığı müshəfindən, Quranından muavvizəteyni, yəni Qul-Əuzu bi Rabbil Fələq surəsindən, Qul-Əuzu bi Rabbin Nas surələrin çıxardırdı və belə dedi. Və yəqulu innəhuma, yəni Qul-Əuzu bi Rabbil Fələqlə Qul-Əuzu bi Rabbin Nas leysətan min kitabillah, Allahın kitabından deyil. Hal-hazırda əlimizdə olan kitabda Quranın nazilədiyi surə kimi 2 dənə surə oxuyuruq. Qul-Əuzu bi Rabbil Fələq, Qul-Əuzu bi Rabbin Nas. Abdullah ibn Məsud isə deyirdi ki, bunlar Allahın kitabından deyil. Abdullah ibn Məsudla Əhməd ibn Həmbəlin küfrünə fətva verirsiniz ya vermirsiniz? Çünki Abdullah ibn Məsud deyir ki, bunlar Allahın Quranından deyil. Yəni artıq soxulub Allahın Quranına, kimsə daxil edib onu. Əhməd ibn Həmbəldə onun hədisini nəql edir və etirazında bilindirmir ki, bu hədis zəifdir və yaxud da ki, bu söz küfürdür, bu sözü danışmaq olmazdı ki, Abdullah ibn Məsud bu söz deyir. Bunda Peyğəmbərin böyük sahabələri olan Abdullah ibn Məsud da sizin nəzərdə kafir olur. Əhməd ibn Həmbəl də kafir olur. Çünki biri bu etiqaddadır ki, Allahın kitabından deyil, o birisi o hədisi gətirir, bu ona etirazını bilindirmir. Bu da ki, İmam Əhməd ibn Həmbəl. Təbii ki, bu sözlər ki, deyirəm, bunlar nümunəyə gətirmişəm ha. Hərəsindən nümunə gətirmişəm. Çoxlu hədislər vardı. Hərəsindən bir dənə 2 dənə nümunə ünvanında hədis seçmişəm. Tirmizi öz sünənində, Sihah Sittənin alimlərdirlər ki, bunlar da ən mötəbər insanlardırlar ki, bunlar əhl-i sünnənin heç kəs bunu rədd edə bilməz ki, bunlar zəif alim olmuyor, kiçik alim olmuyor, yaxud da qəbul olunmur. Çünki ən mötəbər kitab Qurandan sonra 7-6 dənə səhih qəbul edirlər ki, həmən şəxslərdir bunlar ki, onların hədisləri üzərində əhl-i sünnə vəl cəmaənin məzhəbi qurulub. Tirmizi öz kitabında hədisin nömrəsi, çox təəssüflər olsun ki, hədisin cüzün və səhifəsinin yadımdan çıxıb bəlkə də qeyd eləməmişəm burada. Hədisin nömrəsi 3726-dadır. Yenə deyirəm ki, o qədər mühümdür, yenə axtarıb çıxarda bilərlər. Deyir ki, Həddəsənə Muhammed ibn Qaylan, Həddəsənə Əbu Davud, Əxbərənə Şubə, ən Asim, qalə Səmiyyətü Zərr ibn Hübeyş yuhaddis, ən Ubey ibn Ka'b. Zərr ibn Hübeyş
Ubey ibn Kəbdən belə hədis nəql edir. Ənə Rasulullah sallallahu aleyhi və alihi və səlləm qalə ləhu. Bir gün Peyğəmbər Ubeyyə belə dedi. İnnəllaha əmərəni ən əqra aleykə fəqara aleyh. Ən əqra aleykə fəqara aleyh. Allah mən əmr edir ki, sənə Quranı öyrədim, Quranı oxuyum sənə və oxudu da ona. Ləm yəkunillezine kəfəru min əhlil kitab. Fəqara fiyha innə zətəddin indəllahil hənifiyyəl muslimə la əl-yəhudiyyə və lən-nəsraniyyə. Mən ya'məlu xeyrən fələn yukfəruh. وقرأ عليه ولو أن لابن آدم واديان من مال لابتغى إليه ثانيا ولو كان له ثانيا لابتغى إليه ثالثا ولا يملأ جوف ابن آدم إلا التراب ويتوب الله على من تاب قال أبو عيسى هذا حديث حسن. Tirmizi hədisi qaldırır. Ubey ibn Kəb deyir ki, Peyğəmbər bir gün mənə deyir ki, Allah mənə əmr elədi sənə Quranı öyrədim. Güya sən çox möhtərəm insansan. Sən o qədər əzizsən ki, Allah deyir, şəxsən Ubeyyə Quranı öyrətməlisən, mən də sənə Quranı öyrədirəm. Həmən Quranın içindəki öyrətmişdi, gəlir çıxır bu ayəni oxuyur. Ləm yəkunillərinə kəfəru min əhlil kitab. Həmən ayə Bəyyinə surəsini oxuyur və həmən surənin içində fəqara fiyha, surənin içində bu ayəni oxuyur. Yəni əlimizdə olan Bəyyinə surəsinin içində bir ayə olub, Ubey ibn Kəb onu bilibdir ki, hal-hazırda bizim əlimizdə yoxdur. İnnə zətəddin, həqiqətən dinin zatı kökü indəllah, Allah yanında əl-hənifiyyəl muslimə. Hənif və müsəlmanlıq dinidir. Ləl yəhudiyyə və lən-nəsraniyyə. Yəhudilik və xristiyanlıq Allah yanında din deyil. Mən ya'məlu xeyrən fələn yukfəruh. Hər kəs xeyr eləsə Allah Taala onun bu işinə görə onu mükafatsız qoymaz, əvəzin verər. Demək bir ayə varmış və qara aleyhi və həmçinin də bu ayəni oxudu. Və ləv ennə libni Adəm, bayaq oxuduğumuz ayə, əgər Adəm övladı üçün bir dənə qızıldan deyək, dərə olsa, ikinci dərəni versin, yenə göz doymaz, üçüncü dərəni versin, yenə göz doymaz, ta ki onun qarnını torpaq doldurmayana qədər. Yəni Adəm övladının tamahının qabağını ancaq ölüm, qəbr apara bilər ki, onda göz doyacaq. Bunu demək istəyir, mənası budur. Quran-ı Kərimdə demək 2 dənə ayə var imiş ki, Ubey ibn Kəbə Allah Peyğəmbəri, Allahın Rəsulu öyrədibdir, hal-hazırda əlimizdə yoxdur. İnnə zətəddin indəllahil hənifiyyəl muslimə ləl yəhudiyyə və lən-nəsraniyyə. Bu bir ayə. İkinci ayədə وَلَوْ أَنَّ لِبْنِ آدَمْ وَادِيَانِ مِمَّالٍ إِلَى آخِرِهِ. Deməli, ən azı Ubey ibn Kəb 2 dənə ayə bilibdir ki, Allahın kitabından hal-hazırda müsəlmanların əlində olan müshəfdə bu ayələr yoxdur. Yaxşı, indi Ubeyi kafir qəbul edirsiniz ki, etiqad edir ki, bizim Quranda Ubeyni deyilsəydi və həmən hədisə əsasən görəcəkdir, öz yazdığı kitabında, öz yazdığı Quranında bu ayələr var, bizim Quranda yoxdur. Demək, onda bizim əlimizdəki Quran naqisdir. Ubeyin nəzərində bizim əlimizdəki Quran təhrif olunubdur. Ubeyin və Tirmizinin bu sözünə görə olan hər ikisini kafir çıxardırsınız, çıxartmırsınız. Çünki Ubey hədisinə gəlir ki, bu ayələr Quranda olubdur. Hal-hazırda müsəlmanların əlində olan Quranlarda yoxdur bu ayə. Və Tirmizi də həmən hədisi gətirir. Üstünə də deyir ki, Əbu İsa deyir ki, bu hədis həsən hədisdir, yaxşı hədisdir. Əgər kafir çıxartmalıdırsa, gəç bütün müsəlman alimlər kim bu sözü deyirsə onu kafir çıxardar. Yox, niyə görə ancaq bu sözləri deyən şia alimləri kafir olurlar, amma sünnilər bu sözü deyəndə hamısının üstünü örtmək lazımdır ki, bunlar hamısı müsəlmanların böyük xidmətində olublar, ona görə bunların sözünün üstdən söz demək olmaz və onlar hamısı da müsəlmanlar, Allahın yaxın bəndələrlər. Buna insaf demək olar ya yox. Təkrar eləyirəm, yenə də Sunan Tirmizi, hədisin rəqəmi yazmışam, səhifə yadından çıxıbdır ki, məsələn bir dənə söz yaza bilərlər ki, İnnə zətəddin indəllahil hənifiyyə sözünü yazsalar, həmən Sunan Tirmizdə axtarış versələr, çıxacaq bu hədis. İbn Macə ki, 6 kitabdan birinin sahibidir. İbn Macə belə deyir. Həddəsənə Əbu Sələmə Yəhyə ibn Xələf, həddəsənə Əbdül-Əla ən Muhammed ibn İshaq, ən Abdullah ibn Əbi Bəkr, ən Əmərə, ən Ayşə və ən Əbdülrəhman ibn Qasim. Ayşə hədisi İbn Macə, Sunan İbn Macədə cild 1, səhifə 625-626, hədisin nömrəsi 1944-cü hədisdir, mənim əlimdə olan nüsxə əsasən. Hədisi qaldırır Əmərəyə. Əmərə də deyir ki, Ayşədən və Əbdülrəhman ibn Qasimdən belə eşitdim. Diqqət edin, hədisə diqqət edin. Hədis qalxır Ayşəyə və Əbdülrəhman ibn Qasim. Bu ikisindən belə eşidib. Əbdülrəhman ibn Qasim də atasından eşidib, o da Ayşədən eşidib. Yəni, zahir, əgər səhv eləmirəmsə, mümkündür bəlkə səhv eləyirəm. Əbdülrəhman ibn Qasim bəlkə də Ayşənin qardaşı oğludur. Ola bilsin, bu Əbdülrəhman Əbu Bəkirin oğludur. Yəni, deyir ki,
həm Ayşədən eşitdim, həm də atamdan eşitdim ki, atam öz bacısı Ayşədən nəql edir. Mən belə başa düşmüşəm, mümkün bəlkə də səhv eləyirəm, amma mühüm bir üçün budur ki, hədis axırda qalxır, o da həmən şəxsdə Əbdürrəhman ibn Qasimdə hədisi qaldırır Ayşəyə. Ayşə xanım belə buyurur. Buyurur ki, qalət, ləqəd nəzələt ayətur rəcm və ridaatul kəbir əşrən və ləqəd kanə fi sahifətin təhtə səriri. Quran-ı Kərimdən ayə nazil oldu, rəcm ayəsi, yəni zina etmiş şəxsin daşqalaq edib, daşla vurub öldürmək ayəsi və böyük insanı, adam utanır da bu söz demək, böyük bir kişi hər hansı bir qadınıyla məhrəm tapmaq üçün onu 10 dəfə əmsə naməhrəmliyi aradan götürülər, bir-birinə məhrəm olarlar ayəsi Quranda nazil olmuşdu. Mən qoymuşdum taxtımın altına, yatacağımın altına qoymuşdum. O yerdə ki, o kravat ki, o taxt ki, onunsa yatırdım, sərir taxta deyirlər. Onun altına qoymuşdum. Fələmma matə Rəsulullah sallallahu aleyhi və alihi və səlləm, elə ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm dünyasını dəyişdi. Təşağəlna bimavtihi. Və təşağəlna bimavtihi, Peyğəmbərin ölümü ilə məşğul olduq, kəfəni ilə, dəfni ilə məşğul olduq. Dəxələ dacinun fəəkələha. Bir dənə dacin daxil oldu və həmən o surəni, həmən ayəni yedi. İbn Macə, Sünən İbn Macə 1-ci cild səhifə 625-626-da. Ayşə xanım belə deyir. Deyir ki, Quran-ı Kərimdə 2 dənə ayə var idi. O ayələrdən biri rəcm ayəsi idi, yəni zina etmiş şəxsin daşqalaq edib öldürülmək ayəsi. İkinci ayədəki bundan ibarətdir, hər bir kəs böyük halında uşaq yox, lap yekə kişidir. Bir qadını 10 dəfə əmsə, çox-çox üzr istəyirəm, ona məhrəm olar, ona ana olar. Bu ayələr Quran-ı Kərimdə nazil olmuşdu və mən də onu yazdırmışdım, qoymuşdum taxtımın altına, yatacağımın altına. Biz Peyğəmbərin kəfəni ilə, dəfni ilə məşğul idik, bir dənə dacin girdi, onu yedi. Amma dacin sözünün lüğətdəki mənası ev heyvanı deməkdir. O ki, evdə bəslənilmiş, qoyunmuş, çəpişmiş, pişiymiş, hər nə, hətta itə də bu söz ərəb dilində sadiqdir. Dacin, yəni evdə, əldə bəslənilən heyvana deyərlər. Hər hansı heyvan ki, həyətdə, evdə bəslənilir, əlinə xüsusi diqqət olunur, ona ərəb deyil dacin. Dacin indi yaxşı yerə yozulub, deyir ki, quzu bəsləyirmiş. Ayşə evində bir dənə quzusu varmış, çəkişi varmış, onu bəsləyirmiş. Bunlar məşğul olurlar Peyğəmbərin kəfini ilə, dəfini ilə, girib həmən quzuymuş, çəpişmiş, girib evə, Ayşənin taxtının altında həmən 2 dənə ayəni yeyib. 2 dənə kağıza yazılmışdı, onu yeyibdi. Demək, onda Ayşənin nəzərində bizim əlimizdə olan Qurandan 2 dənə, ən az 2 dənə ayə əski idi. Onda gəç Ayşənin küfrünü hökmünü. Çünki bizim əlimizdə olan hal-hazırdakı Quranımızı o naqis bilir. Onun nəzərində naqis. Çünki bizim əlimizdə nə Əşr-ı Rədaat ayəsi vardı, nə də ki, digər ayə ki, rəcm ayəsi, heç birisi yoxdur bizim əlimizdə. Ayşənin nəzərində bizim əlimizdə olan müsəlmanların əlində Quran naqisdir. Onda gəç Ayşənin küfrünə fərman verir. Çünki alimlər deyir ki, hər kəs Quranın naqisliyinə ya artırılmasına etiqad eləsə, o şəxsin hökmü küfürdür əhl-i-sünnənin yanında və bu barədə ixtilaf eləməyiblər. Və İbn Macə də bu sözü nəql eləməklə etirazın bilindirmir. Hədisi gətir, etirazın bildirmir. Mümkün gətirib etiraz eləsə, deyir ki, İbn Macənin problem yoxdur. Hər bir hədis alının haqqı var ki, hədisi nəql eləsin. Amma hədisi nəql elədikdən sonra heç bir etirazın bilindirməsi ən azı şəkkə düşürür ki, bu qəbul edib, ən azı ən yaxşı formada deyir ki, razılığını bilir. Hələ qəbul eləyə bilməyim ki, bu hədisindən razı olub. Yox, əgərsə etiraz var, niyə etirazın bilindirmədi ki, bu hədis qəbul oluna bilməz. Çünki bu müsəlmanların Quranına ihanətdir və ilaxır və s. Digər tərəfdən də başqa bir şübhə çıxır ortaya ki, əgər əlimizdəki Quran, sözümü əvvəlcə bu ayə ilə başladım ki, Allah mütal buyurur ki, bu Quranı biz nazilləmişik və biz də qoruyacağıq. Necə oldu Allah Taala bir dənə quzunun çəpişin qabağını ala bilməz, gəldi onun Quranını yedi. Hardan hifz elədi? Mümkündür sözümün qabağında belə desinlər. Desinlər ki, indi mümkündür bir dənə, əgər vərəqə, məsələn, duz yaxson versən Quran vərəqinə, heyvan onu yeyəcək də. Nə var ki burada? İndiki halda problemimiz yoxdur. İndiki Quranın 100 milyonlarla nüsxəsi vardı. Mümkündür bir Quran nüsxəsi aradan getsə, o deməkdir ki, Allah kitabını hifz eləmədi. Amma Ayşənin deməklə o ayəni Peyğəmbər öyrətmişdi ayə. Ayşə də yazıb qoymuş taxtının altına. Sanki sözdən belə çıxır ki, başqasının əlində yox idi o ayə. Və yaxud vardısa da hələ Quran şəklində toplanmamışdı o ayələr. Çünki vərəqə yazıb qoymuşdum taxtımın altına. İndi bir vərəq idi, dəri idi, hər hansı şeydi ki, qoymuşdum ora. Sözündən belə çıxır ki, Allah Taala öz Quranını qorumadı. Onda bu ayə nədir? Onda Allahın da nəuzubillah sözünə yalan çıxır ki, bəs söz vermişdim Quranımı qoruyacağam, harada qorudun? Bir dənə qoyun ya bir dənə keçi gəldi, quzu gəldi, çəpiş gəldi, həmən o şeyi yedi. Bu da İbn Macənin Sünənində 1-ci cild səhifə 625-626-da nikah bölümündə Rizaul Kəbir qismində olan hədislərin içində hədisin nömrəsi 1944. Sonraki Nisai.
Və yaxud Nəsai ki, sünnilərin yəni deyirəm, ən böyük alimlərindən biridir ki, 6 kitabın birinin sahibidir. Öz sünənində 3255-ci hədisdə belə nəql edir. Deyir ki, 6-cı cild səhifə 100-də. Sünən Nisai, təkrar edirəm, Əlim-Duvar nüsxəsində. Sünən Nisai, 6-cı cild səhifə 100-də. Hədisin rəqəm nömrəsi 3255-də. Əxbərəni Harun ibn Abdullah qalə həddəsənə ma'an qalə həddəsənə Malik vəl-Hərth ibn Miskin qiraətən aleyhi. Ənə əsmə. Ən ibn Qasim qalə həddəsəni Malik ən Abdullah ibn Əbi Bəkr ən Əmərə ən Ayşə qalət. Yenə də hədis qalxır xanım Ayşəyə. Ayşə belə deyir. Kânə fîmə ənzəlallahu əzzə və cəl və qaləl Hərth fîmə unzilə minəl Qur'an. Ayşə deyirdi ki, Allahın nazil etdiyi ayələrdən, Hərth də deyirdi ki, nazil olan Quran ayələrindən biri əşru rədaat mə'lumat yuhərrimnə. Əşru rədaat mə'lumat yuhərrimnə. 10 dəfə əmmək, süd əmmək haram eləyən şeylərdən, yəni məhrəmlik törədən vasitələrdəndir. Sümmə nusixnə bi xəms mə'lumat. Fətuvfiyə Rasulullah sallallahu aleyhi və səlləm və hiyyə mimmə yuqra minəl Qur'an. Peyğəmbər vəfat eləmişdən qabaq başqa bir ayə nazil oldu ki, həmən ayədə 5 dəfə süd əmmək, məhrəmiyyət, haramlıq gətirən səbəblər kimi qeyd olundu və 10 dəfə əmmək ayəsi nəsx olundu və Peyğəmbər vəfat eləyənə qədər bu ayələr Qurandan oxunurdu. Demək ki, Peyğəmbər hədis buyurdu. Deyir ki, və hiyyə mimmə yuqra minəl Qur'an. Quran-ı Kərimdən oxunurdu. Sonra deməsinlər ki, Peyğəmbər hədisdə buyurmuşdu. Yox. Deyir ki, Qurandan oxunurdu. Yəni Quran-ı Kərimdə yazılmışdı və Qurandan da oxunurdu. Ki, əgər bir dənə şəxs başqa bir qadından 10 dəfə süd əmsə, onun anası olar. Və yaxud sonra ayə gəldi ki, 5 dəfə süd əmsə, anası olar deyib, 10 dəfə əmmək ayəsini nəsx elədi, aradan apardı hökmünü. Bu da ki, Sünən Nəsaidə 6-cı cild səhifə 100-də, hədisin nömrəsi 3255-də. İndi Ayşəni və Nəsaini kafir bilirsiniz ya yox. Çünki bir hədisi nəql eləyir, bir nəzərində Quran naqisdir və o birisi ona etirazın bildirmir. Sonraki alim, İmam Malik, yəni Malikilər məzhəbinin ki, dünyada ən böyük 5 məzhəb ki vardı, yəni Hənəfilər, Həmbəlilər, Malikilər, Şafilər və İmam Əli Əleyhisselam, yəni Əhl-i Beytin məzhəbində olan Şiədə deyirik, Cəfərdə deyirik, bu məzhəblər, yəni 5 böyük məzhəbin biri ki, yəni biz Şiələr bir məzhəbi, yerdə qalan 4 məzhəb ki, Sünni məzhəbi sayılır, həmən 4 məzhəbdən birinin imamı Malik ibn Ənəs. Malik ibn Ənəs Müvəttədə 3-cü cild səhifə 58-də hədisin nömrəsi 692 belə deyir. Həddəsəni Malik ən Yəhya ibn Səid ən Səid ibn Musayyib ənəhu səmi'ahu yəqul ləmmə sadərə Ömər ibn Xəttab mina ənəxə bil-əbtah thümmə kəvvəmə kəvmətən bətha thümmə tarəhə aləyhə ridəəhu və stəlqə thümmə məddə yədəyhi iləs-səmə fəqal. Deyir ki, filankəsdən nəql edir hədisi, gəlir deyir ki, ənəhu səmi'ən. Eşitdi ki, yəni Səid ibn Musayyib deyir ki, bu eşit, yəni hadisəni nəql edən Səid ibn Musayyibdir ki, Peyğəmbər səhabəsi olmadan ancaq tabi olubdur. Elə ki, Ömər minadan çıxdı, istəyir qayıtsın, gəlsin. Ömər minadan çıxıb, istəyir qayıdıb gəlsin, yəqin ki, Mədinəyə qayıdır. Gəldi bir yerdə kəvvəmə kəvmətən. O, bəbhə. Balaca daşları, çınqılar bir-birinə yığdı, əbasını büşdü, atdı üstünə bir yastıq kimi düzəltdi, söykəndi ora. Və stəlqa uzandı, sümmə məddə yədəhi iləs-səma. Sonra əlin qaldırdı Allah dərgahına və belə dedi. Ömər həcc mövsümündə minadan çıxıb, gəlib bir yerdə, əbtəhin yəqin ki yerin adı, əbtəh atdı yerdə, daş çınqıllar yığdı bir yerə, əbasını onun üstünə atdı, başını söykədi, uzandı və əllərin qaldırdı Allah dərgahına belə dedi. Fəqalə, Allahümmə kəburət sinni, ilahi mənim yaşım ötüb keçib, yaşım çoxalıb və da'ufət quvvəti, qüvvətim zəifləyib və entəşərət rəiyyəti. Mənim artıq rəiyyətimin sayı çoxalıb, yəni İslam ölkəsi böyüyüb, həddən artıq inkişaf edib, cəmaət müsəlmanlar çoxluq təşkil edir. Fəqbidni iləkə qeyri mudayyin və la mufritin. İlahi, indi ki bu hala gəlib çıxmışam, onda məni öldür. Elə bir halda ki, sənin dinində zayə yol verməmişəm, ifrat həddini satmamışam. Yəni, yaxşı bir formada məni öldür. Sümmə qadiməl Mədinə fəxətabən nas. Bu duanı elədi. Sonra gəldi, Mədiniyə cəmaatı yığdı, söhbət edir, cəmaata moizə edir, cəmaata xutbə oxuyur. Fəqalə, əyyuhən nas, qad sünnət ləkum sünən və furidat ləkumul fəraid. Ay cəmaat, sizin üçün Peyğəmbər sünnələri təyin olundu və vaciblər də vacib buyuruldu.
və turiktum aləl-vadihə, yəni vazih, açıq-aşkar bir dinin üzərində qərar verildiniz. İlla ən tadillu bin nasi yəminən və şimalən. Qorxuram ki, tadillu bin nas, yəni cəmaatın dediqodusuna görə sağa sola əyləsiniz, haqq dindən çıxasınız. Və darəbə bi ihdə yədəhi aləl-uxra. Sonra əlin belə vurdu, bir əlin o birisi əlinə vurdu. Sümmə qalə, belə dedi, İyyəkum ən təhləku ən ayətir rəcm. Məbadə özünüzü həlak eləyəsiniz ayətir rəcm barəsində ən yəqulə qailun la necidu həddəyni fi kitabillah. Qorxuram, bir gün gələ, deyərsiniz ki, Allahın kitabında bir nəfər deyir ki, rəcm ayəsini, yəni zina etmiş şəxsin daşqalaq olunması ayəsini tapa bilmirik. Məbadə bunu özü həlak eləyəsiniz, Allahın kitabında bu var. Ömər deyir. Ən ayət rəcm, ən yəqulə qailun la necidu həddəyni fi kitabillah. Allahın kitabında hədləri tapa bilmirik. Yəni, zina eləmiş şəxsin həddini tapa bilmirik. Fəqəd rəcəmə Rəsulullah və rəcəmna. Peyğəmbər də rəcm elədi, daşqalaq elədi, biz də ondan sonra daşqalaq elədik. Vəlləzi nəfsi biyədih. And olsun Allaha ki, canım onun əlindədir. Ləulə ən yəqulən nas, zadə Ömər ibn-ül Xəttab fi kitabillahi ta'ala. Ömər ibn Xəttab Allahın kitabını artırdı demək qorxusu olmasaydı, qorxmasaydım ki, cəmaat deyəcəklər, Ömər Allahın kitabına nəsə artırdı. Ləkətəbtuhə şeyx və şeyxə fərcimuhuma əlbəttə. Onda mən Allahın kitabına bunu yazardım ki, qoca kişi və qoca qadın əgərsə zina eləsələr, fərcimuhuma, əlbəttə, mütləq onları daşqalaq ilə öldürün. Fə inna qəd qərə'naha. Çünki biz bunu oxumuşduq, yəni Allahın kitabını oxumuşduq. Malik bu hədisi gətirir və deyir ki, Ömər dedi, Allahın kitabında rəcm ayəsi vardı, məbadə həlak olası deyir ki, belə bir şey yoxdur. Çünki biz bunu Peyğəmbərin zamanında oxumuşduq və bunun əsasında da Peyğəmbər də daşqalaq eləmişdi, biz də daşqalaq eləmişdik. Soruşuruq Malikdən ki, hanı indi Malikdən və Malikilərdən və bu söz deyənlərdən hanı indi o ayə ki, biz əlimizdə görmürük onu. Onda Malikin də nəzərində, Ömərin də nəzərində bizim əlimizdə olan Quran-ı Kərim təhrif olunubdur. Bunların hər ikisinin küfrünə fətva veririk ya vermirik. Hədisin arxasını da oxuyayım. Mümkün deyirlər ki, hədisin yarısı. Qalə Malik, qalə Yəhyə ibn Səid, qalə Səid ibn Musayyib, fəma insələxə zulhiccə həttə qutilə Ömər rəhiməhullah. Qalə Yəhyə, səmiyyətü qavləhu teala yəqulu qavləhu. Əş-şeyx və şeyxə, yəni ət-təy və ət-təybə fərcimuhuma əlbəttə. Səid ibn Musayyib deyir ki, Zülhiccə çıxmamış, yəni bu Ömər ki, dua elədi, ilahi da məni öldür, günah farcından artıq sinnim keçib, yaşım ötübdü. Yəni bir ay keçmədi üstündən Allah Taala Ömərin duasını qəbul elədi və Ömər öldürüldü və deyir ki, səmiyyətü qavləhu teala yəqulu qavləhu. Deyir ki, mən də Allahın sözünü eşitmişdim ki, əş-şeyx və şeyxə, yəni ət-təy və ət-təybə. Yəni dul qadın və dul kişi əgərsə zina eləsələr, fərcimuhuma əlbəttə onlara daşqalaq etməyinə cəzalandırıb öldürün. Bu hədisin arxası idi. İmam Malik Əl-Müvəttə kitabı 3-cü cild səhifə 58-də. İndi özləri vicdan hökmü çıxartsınlar ki, Malik ilə Ömərin bu sözlərinə görə onların küfrünə fətva verirlər ya vermirlər. İmam Şafii Kitab-ül Müsnəddə səhifə 163-164-də Malik, üzr istəyirəm, İmam Şafii ki, 4 məzhəbin, Şafiylər məzhəbinin imamıdır. Kitabı vardı Əl-Müsnəd adında. Həmin kitabda bir dənə cildi vardı 163-164-də, yəni əlimdə olan nüsxəsinə görə belə deyir. Əxbərana Malik ən Yəhyə ibn Səid ənəv səmiyə Səid ibn Musayyib yəqul qalə Ömər ibn Xəttab. Ömər ibn Xəttab, Səid ibn Musayyib Ömər ibn Xəttabdan belə deyir, eşitdiyin nəqlidir. İyyəkum ən təhləku ən ayətir rəcm. Məbadə özü həlak eləyəsiz ayətir rəcm barəsində. Necə? Ən yəqulə qailun la necidu həddəyni fi kitabillah. Ta bir nəfər durub yerindən qalxıb desin ki, Allahın kitabında biz 2 həddi tapa bilmirik. 2 həddən mümkünün məqsədi biri zina eləmişin hökmüdür, bir də indi nəyinsə qəsdi bilmirəm, nəyi qəsd elə bilmirəm. La necidu həddəyni fi kitabillah. 2 dənə həddi, yəni 2 dənə cəza növün Quran-ı Kərimdə tapa bilmirik biz. Ki onun biri rəcmdir. Fəqad rəcəmə Rasulullah və rəcəmna fəvəlləzi nəfsi biyədihi ləulə ən yəqulən-nas zadə Ömər fi kitabillah ləkətəbtuha əş-şeyx və şeyxə izə zəniyə fərcimuhuma əlbəttə fə inna qad qara'naha. Əgər qorxmasaydı ki, cəmaat deyəcək Ömər ibn Xəttab Allahın kitabına söz əlavə elədi, bir şey artırdı, onda mən kitaba, Quran-ı Kərimə bunu yazardım ki, Quran-ı Kərimin bu ayəsini yazardım ki, onun nəzərində yaşlı kişi, yaşlı qadın əgər zina eləsələr, hökmən onları cəza olaraq daşqalaq eləyib öldürün. Fə inna qad qara'naha. Çünki biz bunu qiraət eləmişdik. Yəni, Peyğəmbərin zamanında Qurandan oxumuşduq. İndi İmam Şafiyinin və Ömərin bu sözlərinə görə onlara küfür fətvası verirlər ya vermirlər. Sonraki böyük alimlərindən Əz-Zəhəbi
Lisanul Mizanda 3-cü cild səhifə 639-da və Zəhəbidə son dərəcə böyük etimad olması alimlərdən biri onların yanında. Muhammed ibn Ubeyd ibn Adəm ibn Əbi İyas Əl-Əsqəlani Üzr istəyirəm, yox. Qalə Təbərani. Təbərani belə deyir. Həddəsənə Muhammed ibn Ubeyd qal. Həddəsənə Əbi ən cəddi ən Həfs ibn Meysərə ən Zeyd ibn Əsləm ən Əbihi ən Ömər. Yəni, Rıdvanullahi əleyh onun sözünə görə. Deyir ki, hədisi qaldırır Zeyd ibn Əsləmə, o da öz atasına, o da Ömərdən belə deyir. Qalə Rəsulullah. Diqqət edin, Allah hədisə diqqət edin. Qalə Rəsulullah. Əl-Qur'an əlf hərf və səb'atun və 20.000 hərf. Qur'an-ı Kərim, Əl-Qur'anu əlf hərfin və səb'atun və 20.000 hərfin. Fəmən qara'əhu sabirən muhtəsibən kanə ləhu bi kulli hərfin zəvcətən minəl huril əyn. Qalət Təbərani fi mu'cəmihil əvsət la yurva ən Ömər illə bihazəl isnad. Zeyd ibn Əsləm öz atasından, yəni Əsləmdən, o da Ömərdən belə nəql edir. Deyir ki, Peyğəmbər belə buyurdu ki, Allahın göndərdiyi Qur'an əlf, yəni 1000 dəfə 1000, 1.027.000 hərfdən ibarət idi. Allahın göndərdiyi Qur'an 1.027.000 hərfdən ibarət idi. Hər kəs bunları oxusa, səbr eləyir, ehtisabən, savab üçün, kanə ləhu bi kulli hərfin, oxuduğu hər bir hərfə görə ona Allah verər, zəvcətən minəl huril əyn. Allah ona cənnətdə bir huril əyni qadın verər. Yəni, hər kəs Quranı əvvəldən axıra qədər oxusa, Allah Taala hər bir hərfinə görə ona 1.027.000 huril əyn verər. Niyə görə? Deyir ki, Peyğəmbər buyurdu, nazil olan Quran hərflərinin sayı 1.027.000-ə bərabərdir. Hal-hazırdakı əlimizdə olan Quranın hərflərinin sayı heç bəlkə 100.000-ə çatmır. Hal-hazırdakı əlimizdə olan Quran-ı Kərimdə olan hərfləri, əgər səhv eləməsəm, 80.000 dövrəsindədir. Yəni, yalan deyə bilmərəm, dəqiq 80.000. Yaxşı, bu 1 milyon hara, deyirəm 100.000. Məsələn, hal-hazırda əlimizdə olan Quranın əgər sayıcı hərfin, deyə 100.000 oldu. 1.027.000 hərf hara, 100.000 hara. Demirəm, elə ki, 100.000-dən də aşağı olmalı. Əgər səhv eləmirəmsə, 78.900 hərf vardı Quran-ı Kərimdə. Yaxşı, o, qalanları o, 900.000 nə bilim nə qədər hara getdi? Zəhəbi deyir ki, Əsləm Ömərdən, Ömər də Peyğəmbərdən nəql edir ki, Allahın nazil etdiyi Quran 1.027.000 hərfdən ibarət idi. Hara gedib olar? Əlimizdə olan Qurandan təxminən 10 dəfə artığı, 10 qat artığı yoxdur əlimizdə. Onda Zəhəbi ilə Öməri qınayırıq, ittiham eləyirik küfrdə ya yox. Çünki Ömər deyir ki, Allahın Peyğəmbərinə göndərdiyi Quranın sayı, hərflərinin sayı 1.027.000 idi. Zəhəbi də bu hədisi gətirir və sonra da deyir ki, Təbərani deyir ki, ancaq Ömərdən bu silsilə ilə o ki, hədisin sənədini oxudu, filan kəsdən ancaq bu yolla nəql olunur. Başqa bir yolu yoxdur. Yəni, hədisə nəzərin bildirir ki, bu hədisin bir dənə sənədi var. Amma artıq demir Zəhəbi ki, bu hədis səhihdir, zəifdir, qəbul edə bilər, elə bilmərik. Əgər qəbul olunmayacaqsa, mən demirəm Zəhəbi bu hədisi qəbul edir. Qəbul olunmayacaqsa, bir dənə cümlə yaza bilməzdir ki, bu hədis qəbul oluna bilməz, çünki müsəlmanların əqidəsi ilə xilafdır, çünki müsəlmanların Quranda bu qədər hərfi yoxdur. Bunu yazmaq Zəhəbi üçün nə qədər problemdir? Niyə görə yazmadı? Demirəm hədisə söz artırsın. Əlavə deyərdi ki, əqulu. Mən isə belə deyirəm ki, bu hədis qəbul olunamaz, çünki bu hədis müsəlmanların Quranının təhrif olunmağı deməkdir. Amma mən öz gördüyüm nüsxəsində o cümləsini görə bilmədim. İndi Zəhəbi ilə həmən şəxsin, yəni Əsləmin və Ömərin, Əsləmin yox Ömərin, çünki Ömərdən nəql edir. Ömərlə Zəhəbinin küfrünə fətva verir, bu qardaşımız ya yox. Çünki onlar əlimizdə olan Quranın 10 qat artığının əlimizdən getdiyinə etiraf eləyirlər. Qeyd edədiyimiz kimi, Zəhəbinin Lisanul Mizan kitabı 3-cü cild səhifə 639-da. Sonraki alim Cəlaləddin Suyutidir ki, bir kitab yazıb, adı Əl-İtqan fi Ulumil Qur'an. Həmən kitabdır. Yox. Olsun. Qeyd elədiyim kimi, Zəhəbi Lisanul Mizanda deyir bu sözü 3-cü cild səhifə 639-da.
Sonrakı alim Cəlaləddin Suyutidir ki, bir kitab yazıb, adını qoyub Əl-İtqan fi Ulumil Qur'an. Həmən kitabın 2-ci cildində, səhifə 66-da, yəni deyirəm ki, kitab cildləri və nüsxələri fərq eləyə bilər, səhifələr fərq eləyə bilər. Ən yaxşı yol ki, əgər istəyirlər dediyim, oxuduğum sözlərin düzgünlüyü yoxlasınlar, hədisdən bir hissəsini kəsib qoysunlar axtarış bölümünə, oradan çıxarsınlar. Çünki bəzi kitablarda 2 cildə vurublar, bəzi yerdə 1 cildə vurublar, bəzilərinin səhifəsi çoxdur, bəzi azdır. Mühüm odur, həmin kitabın içindədir. Belə deyir, Əbu Beyd, qalə Əbu Beyd, həddəsənə İsmail ibn İbrahim, ən Əyyub, ən Nafi, ən İbn Ömər. Ömərin oğlu yəqin ki, Abdullahını qəsd edir, belə deyir. Qal, ləyəqulənə əhədukum qad əhəzzul Qur'anə kulləhu. Sizdən mümkündür bəziləriniz, İbn Ömər, Ömərin oğlu belə deyir. Mümkündür sizlərdən bəzisi belə desin ki, Quranın hamısını əldə eləmişəm. Və ma yədrihi ma kulluhu. Nə bilir ki, hamısı nədir? Qad zəhəbə Qur'anun kəfir. Qurandan çoxu gedibdir. Və lakin liyəqul, amma belə desin, qad əxəztu minhu ma zəhər. Zahir olan, əlimə çatan qədərin Qurandan götürdüm. Yaxşı, Suyuti ilə İbn Ömərin küfrünə fətva verirsiniz ya yox. Çünki Suyuti bu hədisi gətirir. İbn Ömər də deyir ki, deməsinlər ki, Quran hamısını əldə eləmiş. Yəni əlimizdə olan Quran hamısıdır. Çünki əlimizdə olan Qurandan çoxu aradan gedibdir. Yəni bu əlimizdə olan miqdardan çox miqdar aradan gedib. Sözünü təkrar edirəm. Qad zəhəbə Qur'anun kəsir. Çoxlu Quran, yəni çoxlu Quran ayələri aradan gedir. Və lakin liyəqul, belə desin, qad əxəztu minhu ma zəhər. Qurandan zahir olanı, bariz olanı, əlimə çatanı götürmüşəm. Demək onda əgər ən azı Quranın yarıdan çoxu, yəni Quranımız əgərsə belə deyək də, indi 30 cüzdürsə, ki bundan çox, yəni 30 cüzdən çoxu da əlimizdən gedibdir. İbn Ömərin küfrünə fətva verirsiniz ki, bu sözü deyil ya yox, Suyutda onun hədisini nəql edir. Yenə həmən səhifədə. Hədisi qaldırır Ayşəyə. Ayşə belə buyurur. Kanət surətul Əhzab tuqra fi zəmənin nəbi 200 ayə. Peyğəmbərin zamanında Əhzab surəsi 200 ayə idi oxunurdu. Fələmma kətəbə Osman əl-Məsahib ləm nəqdir minha illə ma huvəl-an. Osman Quranları cəm eləyəndə həmən 200 ayədən indi əlimizdə olan qədər, yəni 73 ayəni tapa bildi. Qalanı hara getdi? 27 ayə hara getdi? Bu hal-hazırda əlimizdə olan Əhzab surəsi 73 ayədir. Ayşə xanım deyir ki, Peyğəmbərin zamanında 200 ayə idi. Sonra Osman Quranları cəm eləyəndə onun əlimizdə olan qədərini tapdı. Yəni 73-ünü tapdı. 27 ayə hara getdi? Deməli, onda Ayşənin nəzərində və Suyutinin nəzərində ən azı Əhzab surəsinin 27 ayəsi yoxdur. Küfrünə fətva verirsiniz ya vermirsiniz. İsmail ibn Cəfər, Mübarək İbn Fədalədən. İsmail ibn Cəfər, Mübarək ibn Fədalədən, o da Asim ibn Əbi Nəcuddan, o da ki, Zəd ibn Hübəyşdən belə deyir. Qaləli Ubey ibn Kəb. Ubey ibn Kəb mənə belə dedi. Tuaddu surətlə hesab, üzr istəyirəm, elə bir çapda hesab çıxıb yenə tərsə. Tuaddu surətlə hesab qultu 72 ayə. Təxminən məzmunun oxuyuram, yenə deyirəm, burada biraz qarışıq düşüb. Deyir ki, Əhzab surəsin nə qədər oxuyursan, qultu, belə dedim, 72 ayə. 70 əv 73, ya 72 ayə oxuyuram, ya 73 ayə oxuyuram. Qal, in kanət lətə'dilu surətəl bəqərə və in kunna lənəqra fiyhə ayətəl rəcm. Ola bütün cümlə bu cürmüş. İnnəhə kanət lətə'dilu surətəl bəqərə. Əhzab surəsi Bəqərə həcmində idi. Yəni Bəqərə surəsinin 286 məsələn ayəsi vardı, o qədər idi. Və inna kunna lənəqra fiyhə ayətəl rəcm. Və biz Əhzab surəsində rəcm ayəsini oxuyurduq. Qultu və ma ayətul rəcm. Rəcm ayəsi nədir? Qalə, İzə zənə şeyx və şeyxə fərcimuhuma əlbəttə. Nəkələm minəllahi vallahu əzizun həkim. Əgər bir qoca kişiyə, bir qoca qadın zina eləsələr, onları hökmən daşqalaq eləyin, ta ki Allahın əzabı onların barəsində olsun. Nəkələm minəllah, Allahın cəzasını görsünlər. Vallahu əzizun həkim. Allah Taala izzət və hikmət sahibidir. Ubey ibn Kəb, Zəd ibn Hübəyşdən soruşur. Deyir ki, nə qədər oxuyursan? Əhzab surəsində neçə ayə oxuyursan? Deyir ki, ya 72, ya 73 ayə oxuyuram. Deyir, amma biz onu Peyğəmbərin zamanında Bəqərə qədər oxuyurduq. İnnəhə kanət lətə'dilu surətəl Bəqərə. Bəqərə surəsi həcmində idi. Yəni 200 yarım belə deyə həcmində idi. Yəni ən az 286 məsələn ayəsi vardı, o qədər idi. Və biz həmən o ayələrin içində rəcm ayəsini, daşqalaq ayəsini oxuyurduq. Ubey ibn Kəb belə deyir. Hal-hazırda əlimizdə Əhzab surəsinin bir hissəsi var olan dediyinə görə. Həmən şəxslərin Ubey ilə
Suyutinin qətlinə, onun küfrünə, qətl deyirəm, küfrünə fərman verirsiniz ya vermirsiniz? Başqa bir ünvanda, yenə Suyuti yenə həmin səhifə, başqa bir hədisdə yenə həmin səhifədə Əl-İtqan fi Ulumul Quran kitabı 2-ci cild səhifə 66-da belə deyir. Həddəsəna Abdullah ibn Salih, ən Leys, ən Xalid ibn Yazid, ən Səid ibn Əbi Hilal, ən Mərvan ibn Osman, ən Ubey, ən Əbi İmamə, ən Əbi İmamət ibn Səhl, ən xalətihi qalət. Əbi İmamə və yaxud da ki, bəlkə Əbu Umamə imiş, bilmirəm. Əbu Umamə yaxud Əbu İmamə ibn Səhl. Həmən şəxs deyir ki, öz xalamdan eşitdim, qalət. Belə deyir. Ləqəd qarə'ənə Rasulullah sallallahu aleyhi və səlləm ayətər rəcim. Peyğəmbər bizə rəcm ayəsini oxudu, daşqalaq ayəsini oxudu. Belə idi ayə. Əş-şeyx və şeyxə fərcumuhum əlbəttə bima qazaya minəl-ləzzə. Qoca kişi və qoca qadın zina etdiyi halda onları daşqalaq eləyib öldürün. Nəyin müqabilində? O ləzzətin müqabilindəki onu aparmışlar. Yəni bu ləzzətə görə ki, onlar zina elədi, ona görə onları öldürün. Bunları harada deyib, bu hədislər hamısını nəqilləmişdim. Suyuti, Əl-İtqan fi Ulumul Quran kitabı 2-ci cild səhifə 66-da. 1-ci cild səhifə 178-dən də bir dənə hədis oxuyayım ondan sonra. Deyir ki, və fi Mushaf İbn Məsud 112 surətən. İbn Məsudun müshəfinə topladığı Quranda 112 surə, 12 dənə surə vardı. Niyə görə? Li'ənəhu ləm yəktubil muavvizətin. Çünki o Qul əuzu bi Rabbil fələqlə Qul əuzu bi Rabbin nas surəsinin Quranına yazmırdı. Və fi Mushaf Ubey 16. Ubeyyin Quranında isə, Ubeyin topladığı müshəfdə isə 116 surə vardı. Hal-hazırda əlimizdə olan Quran-ı Kərimdə 114 surəmiz var. Deyir ki, amma Abdullah ibn Məsudun topladığı Quranda 112 idi. İkisini azaltmışdı. Niyə görə? Qul əuzu bi Rabbil fələqlə Qul əuzu bi Rabbin nası qəbul eləmirdi Qurandan olmağın. Ubeyyin Quranında isə 116 idi. Yəni ikisini artırmışdı. Li'ənəhu kətəbə fi axiri surətəyil həfd vəl-xəl'. Çünki Ubey də öz Quranında 2 dənə əlavə surə artırmışdı ki, birinin adı Həfd surəsi, biri Xəl' surəsi ki, hal-hazırdakı əlimizdə Quranımızda yoxdur o surələr. İndi Suyuti ilə Abdullah ibn Məsudun və Ubeyin barəsində küfür fərmanı çıxartmışdır. Çünki biri 2 dənə əlimizdə olan Quranla əskildib, bir də əlimizdə olan Qurana 2 dənə surə artırıbdı. Bilmirəm da indi necə hökm çıxardacaqlar, necə fətva verəcəklər. Dediyim kimi, mümkündür cüzlər, səhifələr düz gəlməyə bilər, amma vicdanla yanaşan adam oxuduğum hədisdən parça-parça kəsib atsalar, kompüterdə rahat-rahat çıxarda biləcəklər və öz gözləri ilə də görəcəklər bu oxuduğum şeyləri kəlmə-kəlmədə oxudum, tərcümə edim. Amma sözümün sonunda istəyirəm ki, ta sözümü dinləyən qardaşlara, hər hansı məzhəbdən asılı olmayaraq, vicdanla axtaranlara bu tövsiyəmi deyim. Vicdanla yanaşanda bəzi şiə alimləri bu sözləri deyiblər, bəziləri Quran təhrif olunmağına etiqad eləyiblər, amma bu şəxslər şiənin həqiqətini təşkil eləmirlər. Deyə bilmərik ki, bunlar olmasaydı şiə olmazdı, yox. Belə bir sözümüz yoxdur. Yəni, sözümüz bundan ibarətdir ki, bəzi şiələr, bəzi hədislərə söykənərək, bizim öz kitablarımızda da hədislər vardı, öz imamlarımızdan nəql olan hədislər vardı ki, bir sıra Quran ayələrinin təhrif olunmağına dəlalət edir. Vicdanla gərək yanaşasan. Amma gəl bəzi alimlərimizin sözünü oxuyacam ki, bunlar necə təfsir edilir, necə təvil edilir, necə çıxarış verirlər buna. Amma həmən o alimlər ki, bir sıra alimlər, xüsusən əxbari deyilən, şiə məzhəbin içində əxbari alimlər deyil, yəni hədisdə daha üstünlük verən alimlər ki, var, bir sıra bu alimlər bu nəzəri deyiblər. Bunların müqabilində çoxlu rəddlər də yazılıb. Öz alimlərimiz rədd yazılıb. Məsələn, mən indi bir sıra alimlərin adını oxuyacam və kitabların adını oxuyacam ki, şiə alimlərdilər və Quranın təhrif olmamağı barədə kitab yazıblar, yəni xüsusi kitablar yazıblar ki, Quran təhrif olunmayıb və hətta istər öz alimimiz olsun, istər sünni alim olsun ki, etiqad ediblər, Quran təhrif olmağını ona rədd yazıblar. Yəni, ömrünün bir hissəsini sərf edib, kitab toplayıb, kitab yazıb, nə barədə ki, Quran təhrif olunmayıb. İstər öz alimlərimizdən bu söz demişdi, ona rədd yazıb, istərsə də sünni alimi demişdi, sünni alimlər rədd yazıbdı, fərqi yoxdur. Yəni, bir sıra alimlərimizin adını oxuyacam ki, xüsusi kitablar yazıblar, xüsusi kitabçalar yazıblar ki, rədd ediblər, hər kəs bilir ki, Quran təhrif olunur, bu söz düzgündür. Məsələn, birincisi, Seyyid Hamid Hüseyin. Bu kişi kitab yazıb, adını qoyub İstiftaul Əhkam. Bu kitabda çalışıb toplayıb kim ki, Quran barəsinin təhrifində nə deyib, ona rədd yazsın. Bu kitabı uzun yazıbdır. Mirzə Məhmud ibn Əbil Qasimi Tehrani 4-cü əsrin alimlərindən olubdur, kitab yazıb,
adın qoyubdu, üzr istəyirəm, 14-cü əsr, yəni keçən əsrin təxminən 100 il bundan qabaq yaşamış alimlərdən olubdu. Kitab yazıb, adın qoyub Kəşful İrtiyab ən Təhrifi Kitab-ı Rabbil Ərbab. Bizim alimlərdən ki biri Mirzə Hüseyn Nuri adında Quran təhrifi barəsində bir kitab yazmışdı. Həmən kitaba rədd olaraq, yəni öz alimimizə rədd olaraq bu kitabı yazıb, adını qoyub Kəşful İrtiyab ən Təhrifi Kitab-ı Rabbil Ərbab. Rabbul Ərbab, yəni Allahın kitabının təhrif olunmasına yazılmış kitabın rəddi. Üçüncü, Şeyx Rəsul Cəfəryan kitab yazıb, adını qoyub Uqlubətü Təhrifil Quran. Quran təhrif olunması, uydurması. Yəni bu uydurmadır. Bu barədə kitab yazıbdır. Mirzə Məhdi Bürucerdi kitab yazıb, Kitabatun və Risalat Havlə İsbat Ədəmit Təhrif. Kitablar və yazılar ki, Quranın təhrif olmamasını sübut eləyir. Seyyid Hibətüddin Şəhristani kitab yazıb, adını qoyub Ət-Tənzih fi İsbat-ı Siyanətil Mushaf-ı Şərif minən nəsxi və nəqsi və təhrif. Kitabın adı budur ki, yəni Allahın kitabının nəsxdən və nəqsdən və azaldılmadan və təhrifdən amanda qalmasını sübut eləyən kitab. Kitabın adı belədir. Muhammed Əli ibn Seyyid Muhammed Sadiq İsfahani kitab yazıb, adını qoyub Ədəm Təhrif fil Kitab. Allahın kitabına təhrifi olmamağı, kitabın elə adı budur. Əli Muhammed Asifi kitab yazıb, adını qoyub Fəsul Xitab fi Nəfi Təhrifil Kitab. Allahın kitabının təhrif olunmaması üçün son söz, Fəsul Xitab. Seyyid Muhammed Hüseyn Cəlali kitab yazıb, adını qoyub Nəfiyyət Təhrif və Təshif. Seyyid Murtəza kitab yazıbdır. Seyyid Murtəza Rəzəvi kitab yazıb, adını qoyubdur Burhan Əl Ədəm Təhrifil Quran. Əllamə Şə'rani kitab yazıbdır, adını qoyubdur Ər-Rədd Aləl Kitabil Müəlləf fi Təhrif və Nəqdi Faslən. Bir dənə kitab yazıb, adını qoyubdur ki, Quranın təhrif olunmasına aid kitab yazana rədd olaraq fəsil yazılmış kitab. Yəni o bir fəsil yazıb, onun fəslində mən o fəslin müqabilində rədd yazmışam. 8 dənə kitabsadan ibarətdir, 8 dənə risalədən ibarətdir, ərəb dilindədir. Başqa bir alim, Əllamə Həsən Amili kitab yazıbdır. Fəsul Xitab fi Ədəm Təhrifi Kitab-ı Rabbil Ərbab. Allahın kitabında təhrif olunmamağı barəsində bir dənə kitab yazıbdır. Alimin adı Həsən Amilidir. Şeyx Həsən Amili. Seyyid Əli Milani kitab yazıb Ət-Təhqiq fi Nəfiyyət Təhrif ənil Quran-ı Şərif. Quran-ı Şərifdən Quran-ı Şərifin təhrif olunmamasını isbat edən kitab, təxminən bu barədə axtarış aparan kitab. Ondan sonra Şeyx Muhammed Hadi Mərifət kitab yazıb, adını qoyub Siyanətul Quran minət Təhrif. Quranın təhrif olunmaması. Seyyid Əmir Muhammed Qəzvini kitab yazıb, adını qoyub Əl-Qailunə bi Təhrifil Quran. Quranın təhrif olunmasını isbat eləməyə çalışanlar, onlara rədd yazıbdır. Seyyid Sədrəddin Sədr ki, Şiənin böyük mərcəy təqlidlərindən olubdur, kitab yazıb Risalətin fi İsbat Ədəmit Təhrif. Quranda təhrif baş verməməsini sübut eləyən risalə, yəni kitab. Şeyx Ağabözörg Tehrani kitab yazıb, adını qoyub Ən-Nəqdu Lətifi Nəfiyyət Təhrif. Yəni lətif bir rədd, Quranın təhrif olunması, Quranda təhrif olmamağı üçün bir dənə lətif, yəni mehriban, gözəl bir nəqd, gözəl bir etiraz. Ki, o adamlar ki, Quran təhrif deyiblər, onlara bir dənə rədd yazıb, adını qoyub Ən-Nəqdu Lətif fi Nəfiyyət Təhrif. Ondan sonra Seyyid Əlaüddin, Seyyid Əmir Muhammed Qəzvini kitab yazıbdı, adını qoyub Şübhətül Qavl bi Təhrifil Quran ində Əhli Sünnə. Əhli Sünnənin yanındakı təhrifi Quran deyiblər, həmən Əhli Sünnə alimlərinin nəzəri rədd eləmək üçün yazılmış kitab. Təbii ki, yəni bu mənim əlimdə olan qədəridir ki, bunları tapdım. Mümkündür, əgər çox axtaran, çox da tapa bilərdi ki, bu bir sıra alimlərdir ki, xüsusi kitablar yazıblar ki, Quran təhrif olunmayıb və bunu da etiraf edeyim ki, bunların əksəriyyəti müasir alimlərdir. Yəni 100 il bundan qabaq, 150 il bundan qabaq, yaxud da ki, həl-hazırda yaşayan alimlərdir. Yəni o çox da qədim alimlərdir. Mümkün deyərlər ki, sizin qədimlər bu sözü deyiblər, amma hər halda bu alimlər öz qədim alimlərimizə də rədd yazıblar, sonrakılar da rədd yazıblar ki, heç kəs deyə bilməz ki, bütün şiə hamısı qəbul edir. Amma istəyirəm bir neçə dənə də böyük alimlərimizin, adi alim yox, o ki, şiəni təmsil ediblər, şiənin rəhbərləri olublar, mərcəy təqlidi olublar, şiə onlarla tanınır. Bu cür alimlərdən bir neçəsinin nəzərini oxuyan, bəzilərində adını oxuyam ki, bunlarda açıq-aşkar sözləri də əlimdədir hal-hazırda, bir neçəsinin nəzərini oxuyacam, qalandan da adını oxuyacam ki, insaflı, vicdanlı adamlar görsünlər ki, bütün şiə hamısı bu sözü deməyiblər. Şiə bu etiqadda olmayıb. Bəzi alimlərimiz bu sözü deyiblər, mümkün insan çaşar da, səhv deyilər, xəta eləyər. Əgər Allah bağışlayar, bağışlayar. Bağışlamaz da ki, özü bilən cəhənnəmdə yandıracaq. Neynəcək? Özləri bilər, istər şiə olsun, istər sünni olsun. Amma bu ləkəni şiənin adına yazmaq olmaz ki, bütün şiə alimləri Quran təhrifini qəbul ediblər. Yox.
Bu söz düz deyil. Bəzi alimlərimiz qəbul edib, bizim Allahdan istəyimiz budur ki, günahın bağışlasın, əgər səhv eləyibsə, xəta eləyibsə, Allah günahını bağışlasın. Yox, əgər bilə-bilə də bu addımı atıblarsa da, Allah təala özü bəlaların, cəzalarını versin ki, niyə görə Allahın kitabı barəsində bu sözləri deyiblər. Təbii ki, yəni etiqadımız da budur ki, əgər o səhvi də eləyə bir sıra hədislər ki, əllərinə satıb həmin hədislərə görə bu sözü deyiblər. Nəysə işimiz yoxdur. İşimiz bundan ibarətdir ki, bir sıra böyük alimlərimizin sözünü oxuyacağam, Quranın təhrif olub olunmamağı barəsində. Ən böyük və ən qədim alimlərimizdən biri olan Şeyx Səduq belə deyir. İ'tiqaduna ennel Qur'an əlləzi ənzələhullahu alə nəbiyyi Muhammed sallallahu aleyhi və səlləm huvə ma beynə dəffətin. Biz işləyənin etiqadı. Şeyx Səduq təxminən 1100 il bundan qabaq yaşamış bir alimdir. 1100 ilə qədər bundan, yəni təxminən 380-ci ildə vəfat edib. 1100 il bundan qabaq yaşamış alimimiz bu sözü deyir. Deyir ki, bizim etiqadımız, biz şeylərin etiqadı budur ki, o Quran ki Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə nazilləmişdir, həmən bu iki dənə cildin arasındakı Quranı ki əlimizdədir. Və huvə ma fi əydin nas leysə bi əksərin min zalik. Və həmən o Quran ki Allah nazilləyib, belə bu insanların əlində olan nüsxədəki olan qədərdir. Bundan artıq deyil. Və məbləğu suvaruhu indən nas 114 surə. Və insanların əlində olan o vaxt deyil, nəinki indi sonra deyil, o vaxt yəni öz zamanasında olan insanların əlində olan Qurandır ki, bu Quran ki cəmaatın əlində deyil, Allah nazirli həmən Qurandır ki, surələrin sayı 114 surə, 114 dənə surədən ibarətdir. Və indənə ennəd-duha və ləm nəşrəh surətun vahidə və li-ilaf və əlif-lamim ələm tərə keyfə fəalə rabbuka surətun vahidə. Və bizim nəzərimizdə, hal-hazırdakı əlimizdə olan Quranda ki, Əd-Duha və Ələm Nəşrəh surələrinin arasında Bismillah düşüb, iki surə kimi sayılıbdır. Bizim əlimizdə olan hədislərdən, yəni bu cür çıxardırıq ki, bunlar bir dənə surədir. Baxmayın ki, iki yerə bölünübdür, yəni nəsə itməyibdir, amma hal-hazırda olan Ələm Nəşrəh surəsi ilə Duha surəsinin Ələm Nəşrəh surəsi və Fil surəsi ilə Qureyş surəsi, bunlar bir-birinin ikisi birlikdə surədilər. Yəni, Ələm Nəşrəh surəsi Duha surəsinin ardıdır və Qureyş surəsi də Fil surəsinin ardıdır. Ortasına Bismillah düşsə də bunlar, bu 4 dənə surə ikisi iki birləşirlər. Yəni fis-salat. Sonra deyir ki, yəni namazda, baxmayın ki, Quranda özü müstəqil surə kimi olunubsa da, qeyd olunubsa da Qurani Kərimdə, amma namaz qılanda bunların ikisini bir-birinə birləşdirmək lazımdır. Və mən nəsəbə iləyna inna nəqul əksər min zalikə fəhuvə kazib. Hər kəs bizim barəmizdə etiqad eləyirsə ki, biz bundan artığın etiqad edirik, yəni başqa surələrin, başqa ayələrin olmağını etiqad edirik, o yalansıdır. Təzən təkrar edirəm, Şeyx Səduq demir ki, bizim əlimizdə 114 surə yoxdur. Deyir ki, hal-hazırda Quranımızda 114 surə var, amma Quran, baxmayaraq ki, Quranda 114 dənə verilibsə də, namaz qılanda şiənin etiqadı budur ki, əgərsə Duha surəsini oxudu, ardıcan Ələm Nəşrəhi oxumalıdır ki, bir surə kimi verilibdir, hədislərdə bu cür gəlibdir. Eləcə də əgər Fil surəsini oxudu, ardıcan Qureyş surəsini ona birləşdirməlidir ki, çünki bunlar ikisi bir surə sayılırlar. Nəinki deyir, ortadan nəsə düşür. Deyir ki, bunlar ikisi birlikdə bir dənə surə sayılır, ortada Bismillahı da oxunmaq şərti ilə. Və çünki şiənin etiqadında hər bir surənin əvvəlindəki Bismillah həmin surənin cüzüdür, hissəsidir, onu ondan ayırmaq olmaz. Hətta əgər Duha surəsindən sonra Ələm Nəşrəh surəsini oxusa da belə, Ələm Nəşrəhin əvvəlindəki Bismillahını oxumalıdır. Qureyş surəsində Fil surəsindən sonra oxuyacaqsa, yenə ortasındakı Bismillahını, yəni Qureyşin başındakı Bismillahını oxumalıdır ki, əgər bilə-bilə onu həzf eləsə, namazı batıllaşır. Çünki Bismillah həmən surənin bir hissəsidir. Əlimizdə olan hədislər bizə bu cür deyir və Bismillahın surənin hissəsi saymaq şiənin etiqadından. Bu Şeyx Səduqun nəzəri idi ki, etiqad ilə həmin əlimizdə olan Quran ilə Allahın Taala'nın nazil etdiyi Qurandır, nə artıb, nə də əskilibdir. Surəsinin də sayı 114 dənədir. Şeyx Müfid belə deyir. Və əmməl vəchul mücəvvəz fəhuvə in yuzadu fihil kəlmə vəl kəlimətə vəl hərf vəl hərfan və mə əşbər zalik mimma la yəbluğu həddül i'caz və yəkunu multəbisən ində əksəril fusahə bi kəlamil Quran qeyrə ənəhu la buddə mətə vəqa'a zalikə min ən yudillallahu aleyh və yuvaddiha li ibadihi anil haqqi fihi və ləstu aqta alə koni zalik bəl əmiru ilə ədəmihi və səlamətil Quran anhu. Deyir ki, əlimizdə olan Quran-ı Kərimdə, yəni o nüsxələrdə, qiraətlərdə bəzən görürsən bir hərf ya iki hərf fərq yaranır. Yəni mümkündür bir qiraətdə bu cür oxunub, bir qiraətdə bu cür oxunub. Yəqin ki, deyir ki, Allahdan nazil olan bir şeymiş. Sonra nəsə bəzi hərfi xətalar gedibdir. Məsələn belə deyək. Görəsən zəva ədlinmiş ya zu ədlinmiş. Görəsən zəva ədlin, onda bir dənə əlif daxil olur məsələn ora şəhadət verəndə. Zəva ədlin olsa 2 dənə şahid versin. Zu ədlin yəni ən azı 3 dənə şahid versin. Mümkün ələm
orada əlif daxil olub. Və yaxud da ki, məsələn, belə deyək. Bəzi qiraətlərdə oxub nunşiruha, bəzilərində nunşizuha, hərf fərqləri olub. Deyək ki, bu şeylər olsa da belə və ləstu əqta'u alə kavni zalik. Etiqad eləmirəm ki, bu cür nazil olmuş olsun. Yəni, bunun biri nazil olub. Bəl əmilu ilə ədəmihi və səlamətil Quran ənhu. Mən meyl eləyirəm buna ki, Quranda təhrif olunmayıb, hətta hərflər belə həmən hərflərdir ki, Allah nazil eləyib və etiqad edirəm ki, Quran salamatdır, heç bir şeydə təhrif olunmayıbdır. Əgər belə bir şey olsaydı, deyir ki, Allah Taala bəndələrinə bunu xəbər verərdi ki, belə bir şey olubdu. İndi ki, əlimizə çatmayıb ki, bu cür təhrif olunmalar, mən meyl eləyirəm. Şeyx Müfid özü barəsində hökm çıxardır ki, mən meyl eləyirəm ki, Quranda təhrif olunmayıbdır. Şərif Murtəza Şeyx Müfidin tələbələrindəndir. Şeyx Səduqun, Şeyx Tusinin də müəllimidir. Ən qədim alimlərimizdəndir. Belə deyir. Əl-məhki ənəl Quran kanə alə əhdi Rəsulillah sallallahu aleyhi və aleyhi və sələm məcmuən müəlləfən alə ma huvə aleyhil an. Deyir ki, bizə bu cür hekayət olunur. Bu cür əlimizə gəlib çatıbdır ki, hal-hazırda Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmə nazil olan Quran və onun dövründə ilə Peyğəmbərin zamanında bu cür toplanmışdı və yığılmışdı. Necə ki, hal-hazırda əlimizdədir, Peyğəmbərin zamanında da belə toplanmışdı, yığılmışdı. Fəinnəl Quran kanə yuhfəz və yudərrəs cəmi'uhu fi zalikəz zaman. Çünki o zamanda da, Peyğəmbərin zamanında da Quran hifz olunurdu, əzbərlənirdi və dərs verilirdi, dərs alınırdı bütövlükdə. Hətta uyyinə alə cəmaati minəs sahabə fi hifzihim ləhu. Çünki deyir, əgərsə Quran tam cəmləşməsəydi, necə ola bilərdi ki, bir dəstə səhabələr o dövrdə Peyğəmbər tərəfindən təyin olunmuşdular, cəmaata dərs versinlər. Niyə görə? Çünki bunlar Quranın hafizləri ilə və ənəhu kanə yu'rad alən-nəbi və yutla aleyhi. Çünki deyir, Quran-ı Kərim kimdə ki, əlində müshəf vardı, kitab yazmışdı, gətir Peyğəmbərə təqdim eləyirdi, Peyğəmbər üçün oxuyurdu. Və innə cəmaətən minəs sahabə misli Abdullah ibn Məsud və Ubey ibn Kə'b və qeyruhuma xətəmul Quran alən-nəbi iddət xətəmat. Peyğəmbər sahabələrindən, böyük sahabələrdən Abdullah ibn Məsud kimi, Ubey ibn Kə'b kimi və qeyriləri kimi bir neçə dəfə kamil şəkildə Quranı Peyğəmbərə oxumuşdular və Peyğəmbər onlar üçün təsdiqləmişdi ki, bəli, Quran budur. Və kullu zalikə, bütün bunlar yədullu bi ədnət təamül alə ənəv kanə məcmuən mürəttəbən qeyri mənsur və lə məbsud. Bütün bunlar əsas verir ki, heç bir fikirləşmədən bu hökmü çıxardaq ki, Peyğəmbərin zamanında Quran-ı Kərim toplanmışdı və cəm olunmuşdu və parça-parçada deyildi. Bu da ki, kimin sözüdür? Şərif Mürtəzanın sözüdür ki, qədim alimlərimizdəndir, təxminən 1000 il bundan qabaq yaşamış. Alimdir ki, deyir, mənim etiqadıma görə həmən əlimizdə olan Quran ilə Peyğəmbərin vaxtında cəmlənmişdi, çünki dərs deyilirdi, əzbərləndirilirdi. Başqa bir alimimiz İmam Xümeyni ki, müasir alimlərimizdəndir, belə deyir. Buyurur ki, Ənəl vaqif alə inayətil muslimin bi cəm'il kitab və hifzihi və dabtihi qiraətən və kitabətən. Əgər bir nəfər müsəlmanların Quran-ı Kərimi yönətdiyi ehtimama, diqqətə nəzər salsalar, görsələr ki, müsəlmanlar öz Quranlarının barəsində nə qədər diqqətlidirlər, onu əzbərləməyə, onun yazılmasında, onun qiraət olunmasında yaqifu. Bu nəticəyə gələcək ki, əla butlani tilkəl məz'umə. Həmən zəm olunan, güman olunan o uydurmanın yalan olmağına, batıl olduğuna inanacaq və biləcək ki, bu boş şeydir. Və ma vərədə fihi min əxbari həsəbə ma təməssəku. Amma deyir, Quranın təhrif olunması barəsində danışan hədislərə gəldikdə isə İmam Xümeyni nə buyurur? Ünvanını deyim, Təhzibul Üsul kitabı 2-ci cild səhifə 165-də İmam Xümeyni bu sözü buyurur. Deyir ki, əgər baxsana görərlər ki, müsəlmanlar nə qədər Qurana diqqət yetirir. Əzbərləyirlər, yazırlar, cürbəcür nüsxələrlə, gözəl-gözəl saplarla onu əzbərləyirlər, uşaqlarını əzbər etdirirlər. Bu qədər diqqətlə ki, nəsil bə nəsil bu cür görmüşük. İmam Xümeyni ki, müsəlmanlar nəsil bə nəsil bu cür görüblər ki, hər kəsin öz ata-babasından görür ki, bu qədər diqqət edirlər Quran-ı Kərimə. Bundan sonra buna diqqət edirsə, vicdanla yanaşsa görəcək ki, Quranın təhrif olunmağı barəsində olan etiqad xəyaldan, put bir nəzərdən, batil bir şeydən başqa bir şey deyil. Amma deyəcək, mənə desəm, məsələn, o rivayətlər, o hədislər ki var, istər sünni, istər şiə kitablarında, bəs onları neyiniyək ki, Quranın təhrifindən danışırlar? Amma hədislərə gəldikdə, əxbara gəldikdə, İmma daifun la yasluhu lil istidlal bihi. Ya zəif hədislərdirlər ki, onlarla istidlal eləmək olmaz, onları dəlil gətirmək olmaz Quranın təhrif olunmağına. Əv məc'ulun təluhu aleyhi əmaratul cəal. Yaxud uydurma rivayətlərdirlər ki, uydurma hədislərdirlər ki, insan ilə oxuyanda bilir ki, xüsusi bir
cəhət, xüsusi bir şəxs bunun üzərində oynayıb ki, bu sözləri Peyğəmbərin ya imamın dilinə yalan desinlər. Əv qaribun yaqzi bil əcəb, yaxud qərib bir hədislərdirlər ki, insan təəccübündən bilmir neynəsin, qəribə şeydir. Məsələn, bayaq ki, Allahın kitabı 1 milyon, nə bilim, neçə 1 milyon 27 min hərfdən ibarət idi. Qəribə şeydir, mümkündür ki, bu boyda kitab, yəni məsələn, belə deyək də, 10 qat bundan böyük kitabımız olub vaxtı ikən. Belə bir şey olsa, yəni yaylardır, qəribdir. İnsan deyir ki, təəccübündən bilir ki, bu şey yalandır. Bir şey ola bilməz. Əv qaribun yaqzi bil əcəb, yaxud qərib şeylərdir ki, insan təəccübə gətirir. Əmmə sahih, amma o rivayətlər ki, səhihdirsə, sünni kitablarında, şiə kitablarında səhihdirsə, minha, əmmə sahih minha, fəyərmi ilə məsələti təvil və təfsir. Bir təfsir və təvilə baxır. Yəni, o rivayətlər ki, təhrif olunubdur, yəni mənası öz axarından çıxarılıbdır, öz həqiqi mənasından çıxarılıbdır, başqa mənada işlənilibdir. Məsələn, belə deyək. Deyir ki, Allah Teala Nisa surəsində buyurur, Ya eyyuhəl-ləzine amenu ati'ullah və ati'ur rəsulə və ulil əmri minkum. Ulul əmri minkum, əsasən sünni alimlər deyirlər ki, şahlar, padişahlar, rəhbər, hökmdar, hər kəs kim müsəlmanlar rəhbər olacaq. Amma ulul əmr bizim etiqadımıza görə ulul əmr yəni Allah Teala imamları, əhl-i beyt imamları nəzərdə tuturdu. Yəni əhl-i beyt imamların mənasından çıxartdılar, təhrif elədilər nəyə? Hər hansı bir hökumətçi müsəlmanlara rəhbərlik eləyəcək. İmam Xümeyni də buyurur ki, əgərsə rivayət səhihdirsə, amma təhrifdən danışırsa, gərək tocih eləyək, gərək çıxarış verir, deyək ki, bunlar yəni mənasının dəyişdirilməklə danışılır. O rivayətlər ki, özləri səhihdirlər və Quranın dəyişdirilməsindən danışırlar, gərək deyək ki, mənasının dəyişdirilməklə, nəinki sözünün dəyişdirilməklə. Və ennə təhrif innəmə həsələ fi zalikə. Yəni təhrif hasil olubdu bunda, yəni məna dəyişiliyində. La fi lafzi və ibarətihi. Nəinki ibarətinə və ləfzində. Və təfsilu zalik. Amma de bunun barəsində geniş danışmaq yəhtac ilə təlifi kitabın hafilin bi bəyan tarixil Quran və mərahil ilə axiriyə. Amma de məndən soruşursunuz ki, bir-bir misal gətirim. Bu özü bir dənə kamil bir kitab yazmaq istəyir ki, bir-bir oturasan, həmən hədisləri çıxardasan, deyirsən ki, bu zəifdir, bu səhihdir, səhihdirsə necə təvil eləyək. İmam buyurur ki, onda əgər məndən soruşsanız, mən deyirəm ki, belə bir şey yoxdur. Bunlar hamısı zəndir, batil, xülyalardır, xəyaldır, röyadır deyiblər ki, Quran təhrif olunur. Quran elə həmən Qurandır ki, Allah Peyğəmbərinə nazil eləmişdir. Amma məndən soruşsanız ki, bəs yaxşı bu hədislər var, hədisləri neyniyək? Mən də deyirəm ki, hədislər 3 qismdir. Ya zəif hədislərdir ki, onlara etimad eləmək olmaz. Ya cəl olunmuş hədislərdir, yəni bilinir ki, bu Peyğəmbərin adına uydurulmuş hədislərdəndir, dərhal insan oxuyan kimi başa düşür onu. Və yaxud da ki, qəribə bir hədisdir ki, insan təəccüb edir, belə bir şey ola bilməz. Və üçüncü, əgər səhih hədisləri soruşuruz ki, yaxşı, səhihlərin neyini? Bu hədislərin içində ki, Quranın dəyişdirilməsindən danışan səhih hədislər var. İmam buyurur ki, məndən soruşuruz, mən deyərdim ki, bunlar da, əgərsə də bu söz gəlibsə də bu hədislərdə, onda məna dəyişkənliyinə söhbət edilir. Ki, Quranın cümləsindən, hərfindən, ayəsinin dəyişdirilməyi. Quran ayələri də, sözlər də, cümlələr də, ibarətlər də yerinə qalır. O hədislər ki, danışır Quranın təhrif olunmağından, onda olar Quranın mənasının təhrif olunmağından danışılır. Bu da belə. İndi bir sırada yenə alimlərin adını oxuyuram ki, bunlar, bu insanlar Quran-ı Kərimin təhrif olunmağına etiraf, təhrif olmamağına etiraf ediblər və sözlərini deyiblər. Hal-hazırda çəkilişdə görürsünüz, 4-5 səhifə ki, çıxartmışam bunların adların. Fəqət siyah şəklində oxuyuram ki, çox uzatmayayım, həddən artıq bəhsdə uzanmasın. Dediyimiz kimi, məsələn, Şeyx Səduq, hansı kitabında, əgər baxmaq istəyirsə məsələlərini deyirəm, Şeyx Səduq, Kitab-ı İ'tiqadat-ı İmamiyyə, Əl-Mətbu Məşərh-i Babil Hadi Əşər, səhifə 93-94-də, Şeyx Müfid Tədvinül Quranda, səhifə 41-də, Seyyid Murtəza, Şərif Murtəza, onun sözün, Şeyx Əli Qurani Amili Tədvinül Quran kitabında səhifə 41-də gətirib, yəni onun öz kitabı yox, Şeyx Əli Quraninin Tədvinül Quran kitabında səhifə 41-də gətiribdir. Ondan sonra İmam Xümeyni qeyd elədiyi ki, Təhzibul Üsul 2-ci cild səhifə 165-də, Əli ibn İbrahim Qummi öz təfsirində 1-ci cüzdə gətiribdir. Əllamə Məclisi Biharul Ənvarda 9-cu cild səhifə 113-də gətiribdir. Şeyx Tusi öz təfsirində, Tibyan təfsirində 1-ci cild səhifə 42-də gətiribdir bu sözü. Ondan sonra Şeyx Əli Təbərsi təfsir Məcməul Bəyanda, Məcməul Bəyan təfsirində 1-ci cild səhifə 15-də və 43-də söhbət edib Quran tərif olmamağı barəsində. Feyz Kaşani təfsir Safidə 1-ci cild səhifə 51-də danışıbdır.
Şeyx Kaşiful Qita, Kəşful Qita kitabında səhifə 298-də danışıbdı. Seyyid Möhsin Amili bu barədə danışıbdı, onun sözünü Şeyx Əli Kurani Tədvinul Quran kitabında səhifə 43-dən nəql eləyibdi. Həmçinin Şeyx Muhammed Hüseyin Kaşiful Qita Quran təhrif olunmamağından danışıbdı. Şeyx Əli Kurani onun sözün öz Tədvinul Quran kitabının 43-cü səhifəsini gətiribdi. Seyyid Şərəfüddin Amili ki, böyük alimlərimizdəndir. Bu da öz sözünü deyibdi. Yenə sözlər hamısı vardı, amma mən götürmüşəm Şeyx Əli Kuraninin Tədvinul Quran kitabı səhifə 43-də. Yenə də ondan başqa Seyyid Büruzerdi Təba-Təba kişiyənin İmam Xümeynidən qabaq ən böyük alimlərindən olubdu. Onun sözünü gətirir Şeyx Əli Kurani, yəni Tədvinul Quranda səhifə 44-də. Yenə də Şeyx Əli Kurani, Seyyid Möhsin Həkim Təba-Təba ki, Nəcəfdə ən böyük müştəhidlərimizdən olub təxminən bir 50-60 il bundan qabaq onun sözünü gətirir səhifə 44, Tədvinul Quran kitabı səhifə 44-də. Ondan sonra Əllamə Təba-Təbayinin sözünü gətirir. Əllamə Təba-Təbay ki, hal-hazırda ən böyük təfsirlərimizdən, ən etibar olunan təfsirlərimizdən biridir və şiən ən çox etimad elə təfsirlərdən biridir. Onun sözünü gətirir. Səhifə 45, Tədvinul Quran kitabı səhifə 45-də Əllamənin sözünü gətirir. İstəyirəm Əllamə Təba-Təbayinin sözünü oxuyam. Fəqət təbəyyənə mimma fəssəlnahu ennəl Qur'an-əlləzi ənzələhullahu alə nəbiyyi sallallahu aleyhi və səlləm və vəsəbəhu biənnəhu zikrun məhfuzun aləmə unzil məsunun bisiyanətin ilahiyyətin ənizzədət və nəqisə və təğir kəma vəədəllahu nəbiyyəhu fihi. Deyir ki, Əllamə Təba-Təbayinin bu cümləsini tərcümə eləyirəm ki, deyir, danışdıqlarımdan təhqiqat aparıb gəldiyim nəticədən bu aydınlaşdı ki, Allah Taala ki, necə ki, vədə vermişdi, Quran-ı Kərimin qoruyacaq, elə doğrudan da qoruyubdu, təhrifdən də, dəyişkənlikdən də hamısını qoruyub və hal-hazırda olan, əlimizdə olan Quran-ı Kərim elə həmən Quranda ki, Allah Taala Peyğəmbərinə nazilləmişdi. Yəni deyirəm, Seyyidin də Təba-Təbayinin də sözün Şeyx Əli Kurani Tədvinul Quranda 45-ci səhifədə gətirib. Ondan sonra Muhammed Hadi Milani, Seyyid Muhammed Hadi Milani Şii alimlərindəndir. Yenə də onun sözünün Quran təhrif olmamağı barəsində Şeyx Əli Kurani kitab yazıb adını Tədvinul Quran qoyubdu. Həmən kitabın 45-ci səhifəsini gətiribdi. Seyyid Muhammed Rıza Qulpayqani yenə də 45-ci səhifədə onun sözünü gətirir. Həmən şəxs Şeyx Lütfullah Safi Qulpayqanidən nəql eləyir. Səhifə 45-də. Yenə də Seyyid Əbülqasım Xoyi ki, ən böyük mərcəyi təqlidlərimizdən biridir. Əl-Bəyan kitabında deyir bu sözü. İnnə hədisə təhrifil Quran hədisu xurafətin və xəyal. Seyyid Xoy belə deyir ki, Seyyid Xoy 20-ci əsrdə Şiə mərcəyi təqlidlərinin ən böyüklərindən biridir ki, sözünü oxuyuram. İnnə hədisə təhrifil Quran hədisu xurafətin və xəyal. Quranın təhrif olunub dəyişdirilməsi xurafi, yəni yalancı və xəyal bir sözdür. La yəqulu bihi illə mən dağfə əqluh. Bu sözü ancaq ağlı zəif olanlar deyə bilər. Əv mən ləm yətəəmməl fi itrafi haqqət təəmmül. Yaxud o şəxslər deyə bilər ki, bu barədə çox da dərindən düşünməyiblər. Əv mən əlcəhu iləyhi hubbul qavli bihi. Yaxud da ki, bir şəxslər ki, onu istəyib ki, elə belə artıq əski sözlər danışsın, bunlar deyə bilərlər. Və əmmə əl-aqlul munsif əl-mütədəbbir fələ yəşuku fi butlani və xurafəti. Amma ağıllı insanlar, mütədəbbir, axtarış aparan təhqiqat sahibləri Quran təhrif olunması, dəyişdirilməsi etiqadın batil və xurafat və yalan sayırlar. Etiqad edilir ki, Quran dəyişilməyibdir. Bu da Seyyid Xoy rəhmətullah təala əleyhin sözü idi ki, Şeyx Əli Kurani Tədvinul Quran kitabında səhifə 46-da gətiribdi. Ondan sonra Şeyx Lütfullah Safi Qulpayqaninin sözü vardı. Yenə də həmən kitabın 46-cı səhifəsində gətiribdi. Ondan sonra Əllamə Hillinin kitabıdır ki, Nihayətül Üsul Məbhəs-i Təvatürdə Əllamə Hilli öz kitabında, Nihayətül Üsul kitabında təvatür bəhsində gətirib sözün vəttəfəqu alə ənə ma nuqilə ilə mütəvatirə minəl Quran fəhuvə hüccətun. O ki, ittifaq edib şiyə ki, əlimizə satan bu Quran, həmən Qurandır ki, Peyğəmbərə nazil olub, təvatür yolu ilə, yəni çoxlu nəql yolu gəlib çatıb ki, əlimizdə olan bu Quran, Allahın Quranı ki, Peyğəmbərinə nazil eləmişdi. Bu Əllamə Hillinin sözü idi, Nihayətül Üsul kitabında. Seyyid Amili Miftahul Kəramədə 2-ci cüzdə səhifə 390-da danışıbdı Quran təhrif olunmamasından. Şeyx Bəlağı Alaur Rəhman kitabında 1-ci cüzdə danışıbdı bu sözü. Mühəqqiq Kəlbasi Əl-Bəyan fi Təfsiril Quran kitabında səhifə 234-də bu söhbət danışıbdı. Ondan sonra Fazil Tuni Əl-Vafiyə kitabında səhifə 147-də danışıbdı. Şeyx Cavad Bəlağı, yəni də Alaur Rəhman kitabı, Alaur Rəhman fi Təfsiril Quran kitabında 1-ci cilddə səhifə 26-da danışıbdı ki, bu mənim çıxartdığım bəzi alimlərin siyahısı idi. Amma əgər mümkündür, yenə deyirəm,
daha çox axtaran, daha çox da tapardı ki, bundan artıq alimlərimiz nəsihətini çıxartmaq olardı ki, etiqad ediblər, Quran-ı Kərim təhrif olunmayıb və hər kəs də təhrifə etiqad edib, ya ağlında naqislik olubdur, yaxud da ki, nəsə şübhələr bunun zehninə daxil olub, hədisə etimad edib, hər hansı yolla bu sözləri deyib. Əgər bilməyərəkdən deyiblərsə, səhv ediblərsə, Allah günahlarını bağışlasın, istər sünnidir, istər şiədir. Yox, əgər bilə-bilə müsəlmanlar bu cür çaşqınlığa salmaq istəyirlər, istər şiədən olsun, istər sünnidən olsun, Allah cəzalarını versin və necə də ki verəcək. İnşallah da ümidimiz var. Nə sünni üçün, nə şiə üçün, heç bir Allah bəndəsinin cəhənnəmdə yanmağını istəmirik. Əgərsə doğrudan da haqqı axtarmaq istəyib səhvə varıbdırsa. Buna görə də Allah ötüb keçənlərin günahlarını bağışlasın. Əgər doğrudan da haqqı axtarırdılarsa, səhvə düşüblər, səhvə uğrayıblar. Bu qısa bir Quran təhrifi barəsində olan xülasə idi ki, bu barədə axtarış aparanlar mümkündür kitablar yazılıbdır, ciddi kitablar yazılıb, müraciət edə bilərlər. Bir tələbə kimi boynuma vəzifə gördüm ki, bu sözləri oxuyan istər sünni alimlərin, istər şiə alimlərin kitablarından bəzi dəlillər gətirdik. Etiqadımızı təzədən təkrar edirəm. Biz şiənin etiqadı budur. Necə ki, əhl-i sünnə qardaşlarımızın etiqadı budur. Həmən ki, əlimizdə olan Quran vardır ki, əvvəli Fatihə surəsindən başlayıb, axırdan Ən-Nas surəsi ilə qurtarır, Qul əuzu bi Rabbin Nas surəsi ilə qurtarır, 114 surədən ibarətdir, hal-hazırda oxuyuruq. Və o Qurandan əksəriyyət elə, harada çap olunur? Səudiyyədə çap olunur ki, Vəhabilərin ölkəsidir. Yəni, həmən Quranı ki, Səudiyyədə çap edirlər, mən otururam, bugün Bakıda bir şiə kimi oxuyuram və heç bir fərqdə anlamıram ki, Quran İranda çap olundu, ya Misirdə çap olundu, ya Suriyada çap olundu. Elə Quran dünyanın hansı nöqtəsində çap olunursa, həmən Qurandır ki, Peyğəmbərə nazil olub, bundan başqa Quranımız yoxdur və şiələrə ittiham olunan ki, şiələrin başqa bir Quranı var, İmam Zaman ağanın yanındadır, gələndə onu gətirəcək. Bu söz batil sözdür. İmam Zaman əleyhissalam yanında olan Quran-ı Kərim Əli əleyhissalamın yazdığı Qurandır ki, sözü elə həmən bu sözlərdir ki, bizim əlimizdə var. Sadəcə olaraq Əli əleyhissalam həmin o ayələri yazdığı zaman altdan həmən ayələri şərh vermişdi ki, bu ayə kimin barəsində nazil olub, harada nazil olub, bunun təfsiri nədir, bunun sözü nədir? Yəni Quran-ı Kərim, Əli əleyhissalam yazdığı Quran-ı Kərim ki, etiqadımız budur, İmam Zaman əleyhissalam yanındadır. Elə əlimizdə olan həmən bu Quranın sözləri sadəcə olaraq təfsiri ilə, şərhi iləndir ki, İmam Zaman əleyhissalam gəlib gətirəcək və bir dənə də fərqi vardır ki, hal-hazırdakı Quranımızla o Quran nazil olma ardıcıllığı ilə düzülüb. Yəni məsələn deyək, Əli əleyhissalam düzmüşdü, əvvəlcə İqra bismi rabbikəl-ləzi xələq ayəsi nazil olub, onu yazmışdı, sonra ondan sonra nazil olan ayələri. Amma əlimizdə olan Quranda isə başqa bir düzülüş var. Yəni Quran həmən Qurandır, düzülüşündə fərq vardır ki, o da ki, Qurana xələl gətirməz və hal-hazırda da heç problem yoxdur. Quranı əvvəldən başlayıb axıra oxuyasan, yox, axırdan başlayıb əvvəl oxuyasan, elə həmən sözdür ki, Allahın sözləridir və bu barədə də gəlir şəkkə, şübhəyə düşməyək və kim ki də şiəni ittiham eləyirsə ki, bundan başqa bir Qurana etiqad bəsləyirlər, yaxud da ki, Fatimənin müshəfinə etiqad bəsləyirlər, bunlar səhv edirlər. Fatimənin müshəfi, ya Əlinin müshəfi bu Quran deyil. Əlinin müshəfi həmən bu Quran-ı Kərimin şərhi ilə Fatimənin müshəfi isə yəni hədislərdir ki, hədisi qudsi kimi bir hədislərdir ki, etiqadımıza görə Cəbrayil əleyhissalam xanım Fatimə-i Zəhra əleyhissalamın qəlbini sakinləşdirmək üçün, atasının vəfatından keçirdiyi ağır acını onu unutturmaq üçün bir sıra sözlər söyləmişdi ki, xanım Fatimə-i Zəhra əleyhissalam həmən sözləri Cəbrayil əleyhissalamdan qəbulləmişdi və Əli əleyhissalam onu yazmışdı ki, ona deyilir Müshəf-i Fatimə. Nəinki bizim başqa bir Quranımızda var ki, Fatimənin Quranı yox. Müshəf yəni səhifələnmiş yazı, yəni belə deyək, hədis kitabı kimi bir şeydir ki, imamların yanındadır və hal-hazırda etiqadımız budur. İmam Zaman əleyhissalam yanındadır. Allah and verir öz zət cəlal hörmətinə ki, müsəlmanların zehninə hopmuş bu şübhələri çıxartsın və Quranımızdan möhkəm yapışıb onu oxuyub, əzbərləyib, onu əməlləməyə bizi müvəffəq eləsin. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin.